Aktual gündəm efirdədir, vaxtınız xeyir. Bugün Beynəlxalq Uşaqların Müdafiəsi günüdür və bu günlə bağlı ölkə başçısı da, ölkənin birinci xanımı da təbrik edib uşaqlarımızı. Eyni zamanda bütün cəmiyyət, müxtəlif informasiya vasitələri, qurumlar uşaqlarla bağlı həm tədbirlər təşkil edirlər, həm də onların bayramının maraqlı keçməsi üçün müxtəlif aksiyalar təşkil edirlər. Amma bütün bunların axarında uşaqların bir problemi də, yeni dövrün artıq problemi adlandırmaq olar. Rəqəmsal dönəmdə uşaqların üzləşdiyi əsas problemlər. Birincisi, sosial media və onun gətirdiyi həyat reallığı və yaxud da uydurduğu həyat və bu həyatla real həyat arasında, yəni online və offline həyat arasında fərqi görən uşaqların inkişafında və yaxud da ümumiyyətlə dünyanı qavramada hansı problemlər yaranır. İkincisi, əlbəttə bu da önəmlidir, oyunlar, video oyunlar və yaxud da rəqəmsal texnologiyaların, ağıllı cihazların vasitəsilə oynanılan oyunlar və reallıqlar. Bu hansı reallıqları gətirir? Oyunda hər bir iştirakçının bir neçə canı olur. Həyatda isə o uşaq anlayırmı ki, onun cəmsi bir canı var və onu qorumalıdır. Və yaxud da eləcə də amansızlıq, aqressiya və əlbəttə ki, ümumiyyətlə, təfəkkür baxımından nələri dəyişə bilir bu oyunlar. Məsələnin başqa bir tərəfi də süni intellekt və onun gətirdiyi problemlərlə bağlıdır. Əsas suallardan biri də əlbəttə budur ki, informasiyanın bolluğu dövründə uşaqları nə kitabla, nə bədii filmlə artıq təcrübləndirmək olmur. Bəs bunların onda estetik zövqü necə formalaşır? Bu təbəqənin, bu yaş, xüsusən indi alfa nəslinin, yeni dövrün nəslinin hansı dəyərləri, maraqları formalaşır və bu dəyərləri kim formalaşdırır? Nəzərə alsaq ki, sosial medialar sərhədsizdir və eyni zamanda müxtəlif mədəniyyətlərin, hətta ən ucqar yerdə olan bir mədəniyyətin çox rahatlıqla mənimsənilməsi, öyrənilməsi mümkündür. Bu bir baxımdan dünya görüşünü genişləndirir, digər baxımdansa, və bu da önəmlidir, bəs milli olan dəyərlərin, mədəniyyətin necə, immunitetini gücləndirmək üçün nələr etmək lazımdır? Suallar çoxdur və bu suallara hər birimiz cavab axtarmalıyıq. Əlbəttə ki, dünyada bir çox ölkələrdə bir təcrübə də var. Dövlət bu məsələyə müdaxilə edir və məhdudiyyətlərin qoyulması vasitəsilə, sistemlərin formalaşdırılması vasitəsilə, digər tərəfdən valideynlərin maarifləndirilməsi yolu ilə uşaqların ümumiyyətlə rəqəmsal həyatının nəzarətdə, valideyn nəzarətində saxlanması. Bu təkcə dövlət tərəfindən bir tələb kimi qoyulmur, həm də sosial medianın və yaxud da ümumiyyətlə rəqəmsal cihazların özündə təsbit olunmuş və artıq çox geniş yayılan bir sistemdir. Bu sistem ölkəmizdə necə işləyir və ümumiyyətlə biz uşaqlarımızı qorumalıyıqmı? Qorumalıyıqsa necə qorumalıyıq? Bunun yollarını bilirikmi? Bu sistem necə işləyir? Əslində bu mövzu ilə bağlı biz ailə, qadın və uşaq problemləri Dövlət Komitəsində nümayəndəsini görmək istəyirdik. Yəqin uşaqlar günü olduğu üçün komitənin əməkdaşları çox məşğuldular. Hər halda, bilmirəm, digər əməkdaşları haqqında bu sözü deyə bilmirəm, amma mətbuata və informasiya məsul əməkdaşlarınsa başı çox ciddi qarışıq idi ki, hətta reaksiya verə bilmirlər. Əgər onlar doğrudan da belə mövzulara reaksiya verə bilmirlərsə, görəsən problemlərə necə reaksiya verirlərmi komitə olaraq? Bax, bu suala cavab axtarmaq istəyirdik. Amma tapsaq, yəqin ki, cavabı eşitsək, sizə də deyərik ki, onlar nə dedi. Studiyamızda qonaqları təqdim edeyim və müzakirəyə başlayaq. Milli Məclisin deputatı Ceyhun Məmmədov, Milli Məclisin deputatı Jalə xanım Əliyeva, Babək Nəbiyev, Respublika Elm və Təhsil Nazirliyi yanında İnformasiya Texnologiyaları İnstitutunun Az Seyid-Sənət Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru və Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya İnstitutunun şöbə müdürü, özü də məhz rəqəmsal inkişaf və süni intellektin fəlsəfi problemləri şöbəsinin müdürü, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrailov. Xoş gördük sizin hamınızı. Babək müəllim, deyəsən sizin qurumun adını mən düzgün tələffüz edə bilmədim. Bu da maraqlıdır. Əslində, müasirliklə ayaqlaşmaq üçün yəqin ki, elə sözlər tapılıb qoyulur ki,
görünsün ki, biz müasirliklə ayaqlaşırıq. Məzmunsa bəzən bəzi qurumlarda olur. Amma mən bilirəm, sizdə məzmun da müasirdir. Amma adı daha çox əl çatan və yaxud da qulağa yatımlı olsaydı, məncə daha yaxşı olardı. Bu irad deyil, sadəcə olaraq. Bax, gördünüz, mən özüm belə. Çünki bir neçə sözün qarışığında artıq suallar yaranır. Hər halda söz yaradıcılığı özü yaxşı idi. İcazə verirsiniz, Jaylə xanımdan başlayaq. Jaylə xanım, Azərbaycan uşağının, Azərbaycan övladının əsas qayğısı, problemi nədir? Xüsusən də bir anlıq gözümüzün önünə getirək ki, məktəbə təxminən 5-6 yaşından hazırlıqda daxil olmaqla məktəb həyatına gedən uşağın həm də ali məktəbə daxil olmaq uğrunda böyük bir yarışı başlayır. Faktiki olaraq biz onun uşaqlığını, əyləncəsini, hər bir şeyin əlindən alıb məktəb və hazırlıq arasında qoyuruq. Və bu qalan dövrdə bu uşağın yeganə əyləncəsi telefon üzərində oyunlar və yaxud da sosial media və yaxud da aldığı informasiyada həyatdan söhbət əsnasında da süni intellektə verdiyi suallar və aldığı cavablar. Bax, bu alfa nəslinin gələcəyini necə görürsünüz? Buyurun. Təşəkkür edirəm. Əvvəla icazə versəydiniz, bugün xüsusi bir gündür. Bugün uşaqlarımızın ətrafında söhbətini apardığımız bu gündə həm də uşaqlarımızın müdafiəsi günüdür, beynəlxalq müdafiəsi günüdür dünya uşaqlarının. Bugün münasibəti ilə bütün uşaqlarımıza, bütün dünya uşaqlarına və təbii ki, Azərbaycan uşaqlarına da sağlam həyat, qayğısız həyat, xoşbəxt həyat, atalı-analı bir həyat arzulayırıq. Və arzu edirik ki, gələcəyimizin qurucuları içərisində onlar sözün əsl mənasında öndə olsunlar, irəlidə olsunlar, öz intellektləri ilə, öz dünya görüşləri ilə, öz mənəviyyatları ilə, öz əxlaqları ilə və bugün artıq həyəcan təbili çalınan bir mövzu ətrafında biz toplanmışıq, danışırıq. Təbii ki, narahat edici məqamlar çoxdur. Həddindən artıq bugünkü, deyək ki, dünya texnika, texnologiya dünyasıdır, dünya texnika, texnologiya əsridir, rəqəmsal inkişaf əsridir. Və biz nə edərsək edək, yəni görünən odur, müşahidələr onu göstərir ki, dünya sanki bir burulğana düşüb və sonu bəlli olmayan bir nöqtəyə gedir. Yəni biz belə bir gündə, belə deyim ki, qara hansısa fikirlər buradan ifadə etmək istəmirik, amma hər birimiz ən azından bir ailənin başçısıyıq, üzvüyük və bu uşaqlardan hər birimizin ailəsində var, qonşuda var, ətrafda var və biz müşahidələrimiz əsasında artıq həqiqətən də həyəcanlanmaya bilmirik. Söylədiyiniz kimi, uşağımız bir trayektoriya ilə sanki idarə olunur, özü və ya öz-özünü idarə edir, doğulur, ailədə böyüyür, müəyyən bir yaşa qədər, məktəbə qədər təhsil ocağında təhsil almağa başlayır, sonra məktəbə getməyə başlayır. Yəni, bu son dövrlərin mən inkişaf tendensiyasından danışıram. Və dediyiniz kimi, elə ilk günündən məktəbin son gününə qədər, 11-ci sinifin son zəngi çalınana qədər gələcəyi uğrunda böyük bir yola çıxır. Bəli, bu yolda onun valideynləri var, məktəbi var, ətrafı var, cəmiyyət var, dostları var və o boş qalan zamanında uşaq nə edir, nə etməlidir? Bizim bildiyimiz klassik uşaqlıq dövrü artıq mənə gəlir ki, çox geridə qalmışdır bugünkü dünya uşağı üçün. Bugünkü uşaq boş vaxtında, baxın, məktəb tətili başladı, artıq başlayır. Hər hansı biri o 3 ayın ərzində bir kitab oxuyacaqmı? Məktəb deyək ki, yük qoyacaqmı onun üzərinə ki, 3 ay ərzində deyək ki, dünya ədəbiyyatından bu kitabları oxu, Azərbaycan ədəbiyyatından bu kitabları oxu, gəl sentyabr ayında bunun deyək ki, hesabatını ver. Yox, bu yoxdur. Və uşaq bu 3 ay ərzində və digər bütün boş zamanlarında, hətta boş olmayan zamanlarında da, hətta belə deyim ki, məktəbi, dərsi də hardasa güzəştə gedərək öz maraqları yönündə hərəkət edir. Bu telefon parçası, bax, mən boşuna masanın üzərinə qoymamışam. Bax, bu hardasa 10-12 santimetr olar ya olmaz. Bax, bu alət bütün həyatlarını işğal edib. Əslində, sadəcə uşaqların yox, ümumiyyətlə... Elə bizim də. Elə bizim də.
Elə bizim də və Haqlısınız. dediyin zaman ki, bu telefonu əlindən kənara qoy. Uşaq deyir ki, o telefon sənin də əlindədir. Bax, gəlin oradan başlayaq elə. Amma bizim əlimizdəki telefon deyək ki, bizim gündəlik işlərimiz, qayğılarımız, vəzifəmizlə bağlı və s. və ilaxır. Bu səbəblərlə də biz bu telefonu əlimizə ala bilərik. Amma uşaq psixologiyası, uşaq beyni, belə deyim ki, bir lakmus kağızıdır və ancaq pis olanı özünə çəkir. Çox təəssüflər olsun ki, və bu telefonda ancaq və ancaq sizin söylədiyiniz kimi agresiya, oyunlar və bizim nəzarətimizdən kənar informasiyaları, bax bu informasiyaları çox tez qəbul edir. Və sən uşağı yönətməyə çalışırsan ki, bəlkə elə həmin telefonda bir girib baxasan, hansı dünyanın coğrafiyası necədir, lap getdiyin ölkənin tarixini oxu, gəl mənə nəql elə, o ölkənin hansısa bir yazıçısını, şairini oxu, gəl mənə nəql elə. Onları biləcəyəm də, onsuz da məktəbdə keçəcəklər bizə. Hətta üzr istəyirəm Jale xanım, indi daha məsələ daha radikal həll olunur. Nəsə deyəndə deyir, ChatGPT var və yaxud da digər indi GPT-dən getirir, başqalarının da başqa var və sualımı verim. Həqiqətən də belədir və artıq sən də düşünürsən ki, onun argumenti haqlıdır. Mən niyə beynimi yüklüyüm? Burada hər şey var. İstədiyim sualı oradan alacağım deyir. Əlbəttə ki, hətta sizin deyirsiniz bədii əsər, mən özüm bunun təəssüf ki, yəni gördüyüm üçün deyirəm, sual verəndə, deyəndə, təbliğ eləyəndə həmən əsərin adını yazır. Mənim üçün süni intellekt və yaxud da digər YouTube üzərindən, digər hətta indi artıq TikTokda da var, qısa məzmunu haqqında bir neçə dəqiqəlik çarx da var. Amma mən onu anlada bilmirəm ki, təbii ki, bədii əsəri biz məzmununa görə oxumuruq da. Bunun bədii dili var. Siz bunu çox gözəl bilirsiniz. Çünki sahənizdir, həm də araşdırma sahənizdir. Yəni, ədəbiyyat bu adi hadisənin xronikası deyil, bu qəzetlə fərqi odur. O dili öyrədir, təfəkkür öyrədir, təsvir öyrədir, ifadə vasitələri. Ünsiyyət öyrədir. Bax, bunu artıq anlada bilmirsən. Və yaxud da rəsm əsəri, niyə insanlar gedir Louvre-da baxır, tutaq ki, Mona Liza'ya? Mona Liza'nın hər yerdə şəkli var, amma o dərliyi, o və s. görmək, biz bütün bunları təbii ki, izah eləməkdə çətinlik çəkilir. Mən şəxsən özümə görə deyirəm, mən bunu izah eləyə bilmirəm. Və nə etməliyik? Və nə etməliyik? Bu çətinliyin qarşısında nə etməliyik? Tədbirlər görülür, yəni görünən odur. Biraz əvvəl də dedik, həyəcan təbili artıq uzun illərdir çalınıb. Bununla bağlı hətta bu yaxınlarda, yəni geniş ictimaiyyətdə bilir, Milli Məclisdə qanun da qəbul edildi, uzun müddət müzakirə edildi bu məsələ. Lakin bu mənim şəxsi fikrimdir, obyektiv və ya subyektiv qarşılana bilər. Elə məsələlər var ki, orada sadəcə qanunun qəbul edilməsi ilə məsələ bitmir. Yəni, elə həssas məqamlar var ki, bu qanunun tətbiq edilməsi üçün hər kəs öz qanununa, öz daxili qanununa riayət eləməlidir, öz mənəviyyat qanununa riayət eləməlidir, öz intellekt qanununa riayət eləməlidir. Birinci növbədə ki, o qanun işlərini qazansın. Və sadəcə qanun nə isə hansısa bir cəza deyək ki, tətbiq edəcəkmi, hansısa yasaqlama, məhdudiyyət mi tətbiq edəcək? Bu işin təbii ki, qanuni tərəfidir. Bu, dövlət mexanizmi baxımından irəli sürülən məsələlərdir. Amma biz hər birimiz vətəndaşıq, hər birimiz bu vətənin bir parçasıyıq. Yəni, bunlar, belə deyim, ura patriotizm anlamında qarşılanmasın bu fikirlər. Amma sözün əsl mənasında biz hər birimizdən çox şey asılıdır, böyük nəsildən. Belə deyək ki, bu texnologiyanın ən inkişaf etmiş, ən belə demək mümkünsə, qaymaq dövrünü görməyən bizlər, məsələn, bax, bizlərdən çox şey asılıdır. Bizdən sonra gələn nəsil və daha sonraki nəsilə nəyin doğru, nəyin yanlış olduğunu qorxmadan, çəkinmədən, utanmadan, durmadan söyləməliyik hər birimiz. Burada sadəcə məktəbində üzərinə bunu buraxmaq olmaz, Elçin müəllim. Mən buna razıyam. Bu məktəbin heç öhdəsindən gələ biləcəyi bir məsələ də deyil. Misal üçün, indi bir misal da çəkim, Jale xanım. Bizim hörmətli Ceyhun müəllim bunun bir başqa silahını tapıb. Mən düşünürəm ki, bunun üçün bir yol da keçdi. Əvvəlcə kitab şəklində yazdı, gördü, yox, kitabla bunu izah eləmək çətindir. Sonra müxtəlif statuslar yazdı, gördü, bu da təsir azdır. İndi canlı yayım həm TikTok, həm YouTube üzərindən açır
həm suallara cavab verir, həm də əlbəttə ki, istədiyi mesajları çatdırır və bu baxımdan çox uğurludur. Yəni, onun tamaşaçı kütləsi formalaşıb və mən bunu çox həmişə də hər yerdə deyirəm ki, Ceyhun mənim bu fəaliyyəti bəlkə də bir ali məktəbin görəcəyi işdən çox iş görür. Bu mənim fikrimdir. Çünki mən özüm də oradan çox şey faydalanıram. Düzdür, həmişə vaxtım olmasa da, amma mən bilirəm ki, onun daimi izləyiciləri var. Bu çox yaxşı bir metoddur. Bu, o gücü ona çatdı. Bir insan kimi, bir ziyalı kimi bunu etdi. Yəni, hər birimizin, siz təsəvvür edin ki, mən misal üçün deyirəm də, bunu Milli Məclisin deputatları, tanınmış alimlər hər biri də bunu elətsə, artıq TikTokda və yaxud da YouTube'da bir 20-30 dənə belə kontent olar. Bax, bu yoxdur, təkdir. Ola bilsin bir nəfər, iki nəfər də olsun, deyə bilmərəm. Amma bu da olmalıdır ki, alternativ olsun. Uşağa deyəsin, yaxşıdır TikTok, hə. Amma bu dəfə də Ceyhun müəllimə qulaq asdı. Bəlkə o sənin tutaq ki, hansısa bir yemək bişirən və yaxud da müxtəlif idman hərəkətləri eləyən tanınmış blogerlə daha maraqlı bir şey deyir. Yəni, məsələn, bax, bu alternativi təqdim eləmək. Mənim fikrim belədir. Mən icazə verirsə, Bəxtiyar müəllimə bir neçə sual verim. Bəxtiyar müəllim, bu işin elmi, metodoloji əsasları siz tərəfindən həyata keçirilir və elə sizin şöbənizin də əsas mahiyyəti bundan ibarətdir ki, elm, texnologiyanın birgə həyatımıza hazırlanması. Mən üzr istəyirəm, Babək müəllim. Və Babək müəllim, bu məsələni istəyərdim bir sizlə müzakirə eləyək ki, nə detallar var ki, biz gözdən qaçırdırıq, sistem var, amma biz bunu diqqətdən kənarda qoyuruq və nələr etməliyik? Təşəkkür edirəm cənabım. Əvvəla, bugün əlamətlər gündür və bununla bağlı olaraq təbii ki, bütün valideynləri və uşaqları təbrik edirəm. Uşaqlar bizim gələcəyimizdir və biz də burada yığışmışıq ki, bizim gələcəyimizi müzakirə eləyək. Və bu böyük bir məsuliyyətdir və bizim uşaqlar bizə etibar etməlidir və bunun üstündə formalaşmalıdır, mən düşünürəm ki. Və məndən əvvəlki çıxışçının sözlərinə qatılıram və bununla əlavə olaraq bildirmək istəyirəm ki, deyilən kimi texnologiya sürətlə inkişaf edir, dünya dəyişir və adaptasiya prosesi müəyyən ləngimələr görsənir və bunun əsasında da təbii ki, uşaqların olduğu mühit, rəqəmsal mühit bir açıq mühitdir. Orada təbii ki, əvvəllər müəyyən ərazi ilə məhdudlaşırdı. Yəni, sizin qonşunuz, yaxın qohumlarınız, ətraf müəyyən bir kilometrlə məhdudlaşırdı. İndi isə artıq elə deyil. Uşaqlar artıq sosial şəbəkələr vasitəsilə, oyunlar vasitəsilə, artıq dünyanın müxtəlif yerlərində, müxtəlif mədəniyyətdən olan insanlarla əks əlaqəyə girirlər, onunla müəyyən sosial mühit yaranır, bunlar müəyyən qruplaşmalar olur və hansısa bir oyun üzərindən, hansısa bir sosial şəbəkə üzərindən və bunun əsasında da təbii ki, yeni davranış profili formalaşmağa başlayır. Təbii ki, bu belə deyək, inkişafın qarşısında adaptasiya prosesi valideynlər tərəfindən biraz çətin gedir və bu prosesin aparılması təbii ki, tək valideyn üzərinə və yaxud da tək hər hansı bir qurumun üzərinə və yaxud da hər hansı bir platforma üzərinə yükləmək olmaz. Bu, müştərək fəaliyyət əsasında aparılan bir proses olmalıdır. Yəni, burada təbii ki, bildiyiniz kimi hüquqi baza da olmalıdır, texnoloji platformalar da olmalıdır. Burada deməli, məktəb, müəllim əks əlaqəsi də olmalıdır. Şagirdlə üstəgəl valideynlər də özü rəqəmsal savadlılıq nöqteyi nəzərindən tək valideynlər deyil, ümumiyyətlə uşaqla kontaktda olan, yəni onlara təlim-tərbiyə prosesində kömək eləyən, məktəb prosesində kömək eləyən şəxslər də bu rəqəmsal savadlığa sahib olmalıdırlar. Bəlkə də ən vacib məsələlərdən biri budur və bundan əlavə olaraq da təbii ki, beynəlxalq mühitdə bu proses qarşılıqlı əks əlaqə qurumlar arasında və yaxud da hansı qeyri-hökumət təşkilatları arasında və yaxud da biznes strukturları arasında bu əks əlaqə formalaşmalıdır. Və bununla bağlı olaraq da təbii ki, bir çox faktlar var və nəzərinizə bir məlumata çatdırım ki, misal üçün UNICEF tərəfindən verilən rəsmi məlumata əsasən hər gün 175 mindən çox uşaq ilk dəfə internetə qoşulur. Hər gün. Və bu tendensiyanın içində təbii ki, müsbət tərəfləri çoxdur. Bildiyiniz kimi, dünya görüşünün artırılmasıdır, müəyyən yeni biliklərin formalaşdırılmasıdır. Bunun əsasında uşaqlar əsas məsələlərdən biri odur ki, oyun əsasında proqramlaşdırma öyrənilməsi var. Bircə dəqiqə, mən Babək müəllim,
onsuz da bizim verilişdə indi bir reklam fasiləsi olacaq. Amma belə bir məqam var və mən sizin şöbənizin əsas işi elmin rəqəmsallaşdırılması və ümumiyyətlə şəbəkəyə qoşulmasıdır. Söhbət Azərbaycan elminin nailiyyətləri, yəni əslində çox böyük bir missiyadır. Amma bunun bir tərəfi var. Azərbaycanda uşaq portalları mövcuddurmu və yaxud da hansı vəziyyətdədir? O vaxtı bizim uşaqlıq dövrümüzdə kimdir, nədir və yaxud uşaq ensiklopediyası deyilən bir anlayış var idi. Onun rəqəmsalını biz yarada bilmişikmi, niyə yarada bilməmişik və təkcə bir sayt kimi yox, bu həm də sosial mediada olmalıdır. Bu ətrafda da istəyəcəm siz danışasınız, amma reklamdan sonra. 21.000 manat səni evinə yaxınlaşdıracaq. Sadəcə bir addım at. Kristalın Biləcəri yaşayış kompleksində 2 otaq studiya mənzillər 15% ilkin ödənişlə satışdadır. 21.000 manat ödəməklə avtovağzal və 20 yanvar stansiyalarına yaxın, geniş, yaşıllıq ərazidə mənzil sahibi ol. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng edə və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Mən seçimimi dedim. Çəkildi. Buyurun Dilara xanım, tapşırdığınızı aldıq. Teşekkür edirəm. Yormursuz da bizi. Sizdə həmişə bir dublə alınır. Senarini belə oynamaq lazımdır. Amma əsas məsələ öyrənmək deyil ki, əsl sir başqadır. Çünki beynim rahatdır, fikrim başqa yerdə qalmır. İşimə tam fokuslana bilirəm. Bu nəticədir. Əsl səbəbsə sehirli Air-Baby bezləridir. Üzr istəyirəm, sizə zəng var. Ay can, neyinirsən? Heç nayana, bütün işlərimi görüb bitirmişəm. Nəvən də mışıl-mışıl yatır. Lap 7-ci yuxudadır. Air-Baby uşaq bezləri. 3 nəslin komfortu. Abşeron Mall'da Shopping Fest loteriyası başladı. Alışveriş et. Dipal S09 kazanmak şansı elde et. 3 adet Sharm el Sheikh tur paketi, iPhone, iPad, scooter ve diğer hediyeler seni gözləyir. 30 sentyabra dek her 50 manat alışverişe bir bilet kazan. Daha çok bilet, daha çok şans. Abşeron Mall'a gel. Shopping Fest'te galip ol. Təmir etməyə yox, yaşamağa başla. Çünki Park Yasamalda tam təmirli mənzillər satışdadır. 2 otaq studiyadan 4 otaqlıya qədər fərqli seçimlərlə xəyal etdiyin mənzilə sahib ol. Yasamal Gölü, parklar və şəhərin əsas nöqtələrinə yaxınlıq burada yaşamağı daha rahat edir. 30% ilkin ödəniş və 20 illik ipoteka imkanı ilə şəhərin bütün istiqamətlərinə yaxın yerdə evin olsun. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Xəstələrimin əksəriyyəti mükəmməl təbəssümə və ağ dişlərə sahib olmaq istəyir. Lakin onlar dişlərinin həssaslaşacağından narahatdılar. Sensodyne Clinical White dişlərin 2 ton daha ağ olmasını və gün ərzində həssaslıqdan qorunmasını təmin edir. Mən 100% tövsiyə edirəm. Sensodyne Clinical White diş macunu. Yeni Honor 600 seriyası. Tamamilə yeni AI düyməsiyle yaradıcılıq sadəcə bir toxunuş qədər yaxındır. Honor 600 seriyası. Anı hərəkətə keçir. Magnum xüsusi zövqlə hazırlanmış şokoladı və məxməri dondurması. Dad həzzini yaşatmaq üçün yaradılıb. Davam edək. Babək müəllim, elə verdiyim sualdan başlayaq. Bax, biz uşaqlarımız üçün uşaq portalı, elektron rəqəmsal ensiklopediya, yaxud da audio-vizual kontent yarada bilmişikmi? Alternativ qoymuşuqmu? Əslində, bütün bu ədəbiyyatın rəqəmsallaşdırma prosesi gedir və bir çox əsas dünya ədəbiyyatı və Azərbaycan ədəbiyyatı təbii ki, rəqəmsallaşdırır və bu internetdə açıq girişdə əldə etmək mümkündür. Söhbət PDF-dən gedir. Bəli. Gəlin etiraf edək ki, PDF-i oxutmaq, yəni kitabı oxutmaq qədər çətindir. Bugün daha fərqli üsullar işlədilir, ona görə deyirəm. Bəli. Əlavə olaraq, təbii ki, bundan əvvəl dediyim kimi, uşaqların siz deyən kimi oxumaq vərdişi artıq əvvəlki qədər deyil və bunun əsasında da oyun əsaslı təlimlərin keçirilməsi və məsəl üçün, gördüyünüz kimi, Elm Təhsil Nazirliyi bu məsələ ilə bağlı olaraq müəyyən robot texnikasının öyrədilməsi və yaxud da ki, dron texnologiyalarının öyrədilməsi, müəyyən proqramlaşdırma vərdişlərinin uşaqlara aşılanması üçün müəyyən tədbirlər görürlər.
Və bunun əsasında da təbii ki, burada əsas faktorlardan biri dillərin öyrənilməsi, proqramlaşma dillərin öyrənilməsi. Bu, İngilis dilinin bazasında formalaşır. Yəni, burada təbii ki, xarici dillərin bilinməsi də vacibdir. Yəni, burada ümumiyyətlə, yenə dediyim kimi, burada kompleks formada fəaliyyət göstərilməlidir. Burada konkret olaraq bir dənə portalın fəaliyyətindən yəni, söz gedə bilməz və bir portalın fəaliyyətinin bu məsələ təbii ki, həll oluna bilməz. Bunun üçün siz bayaq qeydiniz kimi, sosial şəbəkələrin vasitəsilə, müəyyən tətbiqlərin, platformaların vasitəsilə bu məsələyə müəyyən adaptiv yanaşmayla, yəni yeni adaptasiya keçmiş yanaşma ilə tətbiqlər hazırlanmalıdır. Burada telefon tətbiqləri də ola bilər. Kim etməlidir? Bax, biz hamımız deyirik, malıdır, olmalıdır. Kim? Bax, bu adamı bəlkə deyəsiz, biz gedib ondan soruşaq ki, niyə eləmir? Əslində, burada dünyada bu proses necə baş verir də? Burada startaplar əsasında bu proseslər baş verir. Çünki müəyyən motivasiya olmalıdır. Nə mənada? O startapları kim maliyyələşdirir? Startapları, misal üçün, bəzi ölkələrdə dövlətlər maliyyələşdirir. Tutaq ki, bizdə də var idi. Elm fondu var idi, nə bilim, mədəniyyət. Bu qədər startap layihələr və s. sonra QHT-lər var, bu qədər ildən pul gedir. Onlar hara gedir? Müəyyən tətbiqlər formalaşdırılıbdır. Hanı? Var. Bax, birini deyin. Mən şəxsən bu dəqiqə adını deyə bilməyəcəm. Demək yoxdur da. Yox, var. Yox, var kağız üzərində, hesabatda o başqa, real, işlək, hamımızın tanıdığı. Yadınızdadırsa, bir əvvəllər milyonçu oyunu var idi. Hansı ki, orada müəyyən vəsait əldə eləmək olur. Müəyyən dünya görüşünün atılması ilə bağlı suallar falan orada verilirdi və yaxud da hər sual-cavab rejimində. Məsəl üçün, bununla bağlı tətbiqlər internetdə çoxdur. Yox, tamam başqa bir şeydir. Yəni, ümumiyyətlə... Mənim indi danışdığım tamam başqa bir şeydir. Misal üçün, Azərbaycan ensiklopediyası var. Çox gözəl də binası var. Hər ildə nəşr edirlər. Özdə Məhəmməd müəllimin və yaxud da sizə də yaxındır. Məhəmməd müəllimgilin institutunun yanında yerləşir. Binası var. Ceyran dərisi ilə kitabı cildləyirlər, buraxırlar, amma heç kim oxumur. Amma onun rəqəmsalı və uşaqlar üçün varmı? Var. PDF-lər var. PDF deyil, PDF uşaq dövrü deyil. Axı biz bilirik ki, bugün hansı vasitələrlə uşaqları öyrədirlər. Uşaq portalı PDF olmalı deyil axı. Gəlin etiraf edəyək. Gəlin, belə deyim də, əgər kitab oxumaqdan danışırıqsa, bunu indiki dövrdə kitab oxumaq. Mən səsli kitabdan danışıram, mən onun vizuallaşmasından danışıram, mən infografikadan danışıram, uşaqların sevdiyi dillər. Məsəl üçün, müasir dövrdə mən öz uşaqlarımda istifadə elədiyi applicationlar var. Misal üçün, YouTube Kids-də Azərbaycan dilində müəyyən siz deyən kimi qısa metrajlı nağıllar var. Onu yenə hansı qurum eləyib də oraya yerləşdiribdir? Qurumu deyə bilməyəcəm, amma konkret olaraq var. Mən nəyi indi bilmək istəyirəm? Siz deyirsiniz startaplar. Mən də onun bir yolunu tapmaq istəyirəm. Bunu kim etməlidir? Hansı qurum o startaplara, layihələrə pul ayırmalıdır və niyə ayırmır deyə sualına cavab axtarırıq. Yenə deyirəm, burada məsələn, beynəlxalq təcrübəyə baxsaq, burada necə olur? Hər hansı bir şirkətlər və yaxud da ki, hər hansı bir dövlət təşkilatları, müəyyən hər hansı bir qeyri-hökumət təşkilatları bununla bağlı olaraq vəsaitlər ayrılır, startaplar olur. Və bununla bağlı olaraq da oyunlar misal üçün düzəldilir və yaxud da hər hansı bir platformalar düzəldilir. Və bu platformaların əsasında, bu platforma ünvanlı sifariş kimi bir şey olmalıdır. Yəni, konkret olaraq hansı bir kontent maraqlıdırsa sifarişçiyə, o kontent üzrə sorğu göndərilir, startaplar ona müraciət edir, ən uğurlu startap seçilir və bu proses davam etdirilir. Kim edir, hansı qurum edir? Yəni deyirəm, beynəlxalq təcrübədə müxtəlif olur. Bunu özəl təşkilatlar da eləyə bilər. İndi bizdə özəllər bunu eləməyəcək, özəllərin baş təşkilatlar da eləyə bilər. Bəs dövlət və ictimai qurumlar edirmi bunu? Bir çox startapların dəstəklənməsi üçün təbii ki, dövlət tərəfindən dəstəklər var. Bizdə necə? Azərbaycanda bir çox startaplara, misal üçün, oyunla bağlı olaraq, Azərbaycanda oyunla bağlı olaraq bir neçə bundan müddət öncə də bu məsələ müzakirə olunmuşdu. Azərbaycanda misal üçün, belə deyim, proqramçıların bilik və bacarıqlarının artırılması və bu istiqamətdə Azərbaycanda oyun bazarının aktivləşdirilməsi və bununla olaraq bilirsiniz ki, böyük bir biznes sahəsidir bu oyun sahəsi. Burada oyun daxili tətbiqlərin alınması hər hansı bir formada və yaxud da, bəli, və yaxud da oyunların özü bu böyük bir bazardır və bu bazarda Azərbaycan müəyyən rolu olmaq üçün təbii ki, startaplar formalaşdırmışdır və o startapların nəticəsində müəyyən şəxslər həmən startaplara daxil olub müəyyən öz təkliflərini vermişlər oyunlarla bağlı. Və bununla da bağlı olaraq təbii ki, dövlət tərəfindən müəyyən vəsait ayrılıb və bu proses həyata keçirilir. İndi sizdə belə bir hesabat varmı təxminən əlimizdə olsun ki, biz statistika baxaq görək ki, neçəsi var, neçəsi effektivdir, nə qədər kütlə yığıb ətrafına?
Əslində bu bizim qurum tərəfindən aparılan bir statistika deyil. Niyə? Çünki biz elm sahəsi istiqaməti üzrə gedirik və bizdə bu daxili statistikanın aparılması nöqteyi nəzərindən hər hansı bir yanaşma yoxdur. Amma biz əsasən beynəlxalq təcrübənin öyrənilməsi, müəyyən konsepsiyaların qoyulması. Bəs ümumiyyətlə onun statistikası aparılmalıdırmı, yoxsa yox? Necə düşünürsünüz? Təbii ki, belə deyim də, bütün bu proseslər var. Yəni ən azından Ailə və Uşaq Qadın Problemlərin Komitəsində bunu bilməlidirlər. Bu uşaqlara ünvanlı neçə dənə kontent var, nə var, necə işləyir və s. Yəni məncə, bilmirəm, hər halda biz bunun müzakirə əsasında biləcəyik. Məhəmməd müəllim, mən istəyirəm sizdən bu məqamları soruşum. Hər halda bu elmi bir problemdir və təkcə bir institutun yox, bir neçə institutun birgə işləyəcəyi məsələ. Burada psixologiyada, sosiologiyada, bir neçə ilmin qovuşağında olan bir məsələdir ki, təkcə biz bunu Babək müəllimdən soruşmalı deyilik. İndi hər halda Fəlsəfə və Sosiologiya İnstitutunda konkret bu şöbəyə rəhbərlik elədiyiniz üçün bu sualı verirəm və həm də bir ziyalı kimi. Sizcə, nələri etmişik, nələrdə biz axsayırıq? Və bunu qadağalar yolu ilə mı? Jale xanım çox gözəl dedi ki, qadağa nə dərəcədə işləyəcək, bu özü də hələ bir sualdır. Qadağalar yolu ilə mi tətbiq eləməli, yoxsa alternativlər yaratmaqla mı? Buyurun. Təşəkkür Elçin bəy. İlk öncə qonaqlarımızı və sizə salamlayıram və uşaqlarımıza təhlükəsiz dünya arzulayıram. Bilirsiniz, həmişə deyir, uşaqlar bizim gələcəyimizdir, amma bu cümləni demək olar ki, hər evdə deyirik, hər valideynin dilindən eşidir bu sözlər. Amma onun dərin mənasını çox zaman unuduruq. Biz uşaqlarımızla hansı gələcəyə gedirik, onlara necə gələcək vəd edirik. Uşaq gələcəkdir, çünki sabahın insanı bugün bizim münasibətlərimizdə formalaşır. Biz uşağa necə baxırıqsa, sabahda cəmiyyət hardasa o cür olacaqdır. Yəni, uşağa hansı münasibəti göstərirsə, ona necə dəyər verirsə, onu necə öyrədirsə, gələcəyin cəmiyyəti də o cür olacaqdır. Uşaq qayğı görürsə, sabah mərhəmətli insan olur, uşaq dinlənilirsə, düşünürəm ki, sabah başqasını dinləməyi bacarır. Uşaq hardasa sevgi ilə böyüyürsə, gələcəkdə onun aqressiyası olur və insan kimi davranır. Bugün bizi bilirsiniz, düşündürən ən vacib məqam olduğundan ibarət ki, bu rəqəmsal inkişaf dövründə uşaqların təbii, ənənəvi insanı böyümə imkanları qorunub saxlanırmı? Düşünürəm ki, bu böyük sualdır və indi hal-hazırda bizim demək olar ki, burada qaldırdığımız məsələləri ümumiləşdirəndə demək olar ki, ən çox bu sualın üzərində fokuslanmaq lazım olur. Uşağın dünyası əvvəl kimi hardasa nağıllarla, teatr səhnələri ilə, ailə söhbətləri ilə, həyat oyunları ilə, hardasa kitablarla, təbiətlə təmasla əhatə olunurmu bu günləri? Düşünürəm ki, bu uşağın xəyal dünyasını artıq əsasən ekranlar, sürətli videolar, süni səslər, alqoritmlər formalaşdırır. Yəni, bax, bu günləri biz demək olar ki, milli identitliyimizi gələcəyə daşımaqda, yəni, bax, bu cür zorlanırıq. Düşünürəm ki, əgər uşaqlar bizim gələcəyimizdir dedikdə və o milli identitliyi necə gələcəyə köçürə bilər, bunlar, bax, bu günləri bu rəqəmsal dünyada uşaqlar üçün yaradan təhdidlər və təhlükələri biz indidən necə dərlər, onun üzərində düşünməliyik. Belə anlaşılmasın ki, mən belə deyək də bu interneti və yaxud da rəqəmsal dünyada təmsil olunmağı əleyhinəyəm. Əsla belə bir düşüncəm yoxdur və bu demək olar ki, zamanın çağırışıdır, dövrün tələbidir. Amma rəqəmsal dünya öz-özlüyündə təhlükə kimi anlamaq da doğru deyil. Texnologiya kitab kimi, hardasa qələm kimi, məktəb kimi bir vasitədir düşünürəm ki, məsələ uşağın texnologiyadan necə istifadə etməsindədir. Hardasa telefon uşağa bilik də verə bilər, onu tənhalığa da apara bilər. Düşünürəm ki, bu problem texnologiyanın varlığında deyil, hardasa texnologiyanın uşağın həyatında hansı yeri tutmasındadır. Yəni, biz bu məsələnin üzərində fokuslanmalıyıq. Yəni, bilirsiniz, fikirlərimi ümumiləşdirib onu demək istəyirəm ki, uşaqlara bu rəqəmsal dünyada təmsil olunmağı, necə təmsil olunmağı, ondan necə istifadə etməyi biz vərdişləri öyrətmək. Bəli, siz haqlı olaraq sual verdiniz ki, məsələn, kitablar
bu səsli kitablar varmı? Bax, indi mənim nəvəm var, biz o nəvəmizə, məsələn, öz ana dilində səsli kitabları oxutmaq, daha doğrusu dinləmək istəyərdik. Amma təəssüf ki, biz demək olar ki, həmin kitabları xaricdən, məsələn, İngiliz dilində, Rus dilində, başqa dillərdə, əcnəbi dillərdə dinlətməyi necə deyərlər, məcbur olur, ona məhkum olur. Axı, uşaq o, necə deyərlər, bu yaddaşı formalaşdıqca, dünya görüşü formalaşdıqca, bu əcnəbi dildə aldığı o nağılları, o səsli, deyək ki, səsli nağılları, sabahları öz dilində anlamağı, onun ruhunu duymağı böyük problemdir. Mən düşünürəm ki, yəni, bilirsiniz, uşaqlıqda o öz milli identikliyinin ruhunu hiss etdikcə, o ənənəvi ki, necə ki, vaxtilə, bayağı biraz öncə dedim, haradakı teatrlar, ondan sonra kitablar, nağıllar, indi o şairin bir söz var, daha nağıllara inanmıram mən. İndi nağıllara inanmaq dövrü keçir, amma onu haradasa belə deyək, öz dilində o səsli haradasa, deyək ki, videoçatlarla eşidəndə uşaqlar üçün maraqlı ola bilər və o sənin öz milli, deyək ki, o ənənəvi milli identikliyini hiss edə bilər, duya bilər, onu gələcəyə yaxşı özü ilə apara bilər. Bilirsiniz, bax, indi müasir bu qloballaşma və rəqəmsal dünyada yaşamaq, yəni hal-hazırki dövrün ən böyük problemi odur ki, biz indi İngiliz, Alman, Azərbaycanlı uşaqların arasında bir fərqli aradan qalmır demək olar ki. Yəni, bu rəqəmsallaşmanın həm də gətirdiyi bir homogen, necə deyər, bir homogen uşaq dünyası formalaşır. Homogen, yəni heterogen deyil, yəni o biomüxtəliflik, biofərqlik aradan qaldır, o müxtəliflik aradan qaldır. Bizə də bilirsiniz necədir, yəni tutaq ki, Azərbaycanlı əgər onu da qorusa Azərbaycan dilində danışır, amma İngiliz də İngiliz dilində danışır. Amma onların o, necə deyərlər, o milli varlığı əks edilən, o dünyanı özündə əks etdirən, o dəyərlər qorunub saxlanılmır. Yəni, bax, bu günləri... Və özünə məxsusluq da itir. Özünə məxsusluq da itir. Yəni, bax, bu günləri, bu vacib məqamlar düşünürəm ki, ən böyük problemimiz bax, bununla bağlıdır. Məhəmməd müəllim, sizcə bu problemlərin həlli üçün hansı qurum nə etməlidir? Bilirsiniz, bax, bayaqlar o sual verdiniz, bax, uşaq məsələləri ilə məşğul olan qurumlar bu məsələdə, yəni indi uşaq hüquqları ilə məşğul olan qurumlar, uşağın mənəvi dünyası ilə məşğul olan məktəbi, bütün bu məsələdə məzun qurumlar, bax, bu dediyim rəqəmsal dünyada uşaqlar üçün təhdid olunan o texnologiyanın gətirdiyi üstünlüklərlə yanaşı o təhdidləri də nəzərə alıb, onun önləyici, qabaqlayıcı adımlar atılmalıdır. Əgər bu adımlar atılmayacaqsa, mən dediyim problemlər qaçınmaz olacaqdır. Yəni, o problemlər biz gələcək o ruhsuz və o milli mənsubiyyəti, milli identikliyi özündə əks etdirməyən bir gələcəyə doğru gedirik. Bu da böyük problemdir. Yəni, biz indidən bu məsələlərlə bağlı, indidən düşünməsək, bu məsələlərdə preventiv addımlar atılmasa, düşünürəm ki, bu çox ciddi problemlər qarşıda bizi göndərəcəkdir. Bax ki, digər bir məsələn deyim, bizim şöbədə disertant var, o kiberbuliklə məşğul olur. Daha doğrusu onun elmi akademik mövzusu bununla bağlıdır, kiberbuliklə. Bilirsiniz, nə qədər bu kiber mühitdə, rəqəmsal mühitdə uşaqlar üçün nə qədər qısnama, nə qədər təhlükəli məqamlar var. O, bir neçə dəfə də bizdə seminar keçir. Hansı ki, müşahidə etdiyi, eksperiment apardığı, ayrı-ayrı məktəblərdə sosioloji sorunlar keçirdiyi nəticələrlə bağlı bizi məlumatlandırıbdır. Həqiqətən də çox belə təhlükəli tendensiyalar var. Yəni, bu təhlükəli tendensiyaların qarşısı alınmasa düşünürəm ki, böyük problemlərə doğru gedirik. Biz bilirsiniz, ünvanı dəqiq göstərməsək... Bu məsələ ilə bağlı məsələ qaldırırsınız, bunu müzakirəyə çıxarmısınız, bu günlər uşaqların müdafiəsi günüdür, sağımızda, solumuzda belə müharibələr falan, amma bu müharibələrdən, müharibələr bir toplanın tüfənglərin səsini eşidirik, amma rəqəmsal mühitdə bu səssiz qatillər, səssiz demək uşaqların beyinlərini
Mən başqa şey demək istəyirəm. Böyük problemlər var. Məhəmməd müəllim, haqlısınız, amma biz hər bir qurumun konkret məsuliyyətini bilməliyik bu işdə ki, bir bilək kimdən nəyi soruşur. Mən başqa bir şey deyəcəm. Misal üçün, hər kəs bilir ki, teatr var, mövcuddur və onun uşaqlar üçün kukla teatrı və yaxud da gənc tamaşaçılar teatrı ona görə yaradıldı ki, bu nəsli mədəniyyətlə əlaqədə saxlamaq. Uşaqların neçəsi məhz orada gördükləri bədii əsəri təzdən gedib oxudular və yaxud da həmin müəllif oxudular və yaxud da həyatda necə olmaq lazımdır sualına cavab tapdılar. Bədii filmin gəlişi ilə uşaq filmləri çəkilməyə başladı və bizim neçəmiz məhz bu filmlərlə dünya ədəbiyyatının nümunələrini tanımışıq və həmin müəllifləri gedib oxumuşuq. Eyni qaydada cizgi filmləri. Televiziyanın gəlişi ilə də əlbəttə ki, bədii serialların, ədəbi əsərlərin serial formatında təqdimatı oldu. Biz bunu Rusiyada da, Türkiyədə gördük. Təəssüf ki, biz bax, burada artıq dayandıq. Yəni, kinoda çox ciddi, uğurlu bir neçə işi çıxmaq şərti ilə uşaq filmləri çəkə bilmədik. Televiziyada ümumiyyətlə bədii ədəbiyyatın serial şəklində təqdimatına nail ola bilmədik. Cizgi filmlərində də eyni vəziyyətdir. Artıq oradan o yana ümumiyyətlə uşaqların yəni yeni danışan silahla demirsiniz, səssiz, topdur, tüfəng, amma səssizdir. Bax, bu dildə danışacaq alternativ qoya bilməliyik. Amma kim etməlidir sualının cavabını axtarıram mən. Hələ ki tapa bilməmişəm. Mən istəyirəm indi Ceyhun müəllim bizə kömək eləsin bu işdə. Kim etməlidir və yaxud da biz bu qədər bu boşluğu buraxıb qanunvericilikdə hansısa bir, bilmirəm indi, hər halda bu da yəqin ki işləyəcəkdir, amma tədbiqlərdə var qadağalar. Bu neçə faiz işləyir? Valideyn neçəsi bunu işlədə bilir və bu qanunla necə təsbit olunacaqdır? Buyurun. Demək, mən də öncə həm valideynləri, həm də bizim fidan balaları təbrik edirəm bugün münasibəti ilə. Əslində, məsələ o qədər önəmli bir məsələdir ki, və toxunacağımız məqamlar da həddindən artıq çoxdur. Məsələnin mahiyyəti ondadır ki, qarşıdakı dövr çox ağır və mürəkkəb bir mərhələ kimi xarakterizə olunur. Və sual odur ki, biz bu prosesə nə qədər hazırıq. Və məsələnin digər önəmli tərəfi ondan ibarətdir ki, bugün təlim-tərbiyə prosesində ailə, məktəb nə qədər rol oynaya bilir və bugün hansı faktorlar bu prosesdə ciddi bir şəkildə iştirak edirlər. Məsələ ondadır ki, bugün uşaqların, yeniyetmələrin çoxu, indi biz biraz bundan əvvəl müzakirə etdik, hətta böyüklərin belə böyük bir hissəsi artıq sosial mediadan asılı bir vəziyyətə çevrilibdir. Və getdikcə bu prosesin psixoloji tərəfləri, sağlamlıqla bağlı tərəfləri cəmiyyətdə özünü daha açıq bir formada göstərəcək. İndi biz çıxış yollarını axtarırıq, amma bugün uşaqların böyük bir hissəsi əsəbidir, böyük bir hissəsi gərgindir, böyük bir hissəsi depressiyadadır və burada da bu oyunların, indi mən intiharlara hələ toxunmuram, oyunların, sosial medianın çox böyük bir rolu və təsiri var. Öncə onu qeyd edək ki, bir müddət bundan əvvəl fevralın 27-sində Cənab Prezidentin çox önəmli bir sərəncamı oldu. Bu da demək, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı idi və burada çox vacib məqamlar var idi. Bu məqamlardan biri məhdudiyyətin gətirilməsidir, yaşla bağlıdır. Biz buna mütləq şəkildə getməliyik. Mütləq müəyyən bir məhdudiyyətlərin tətbiqinə ehtiyac var. Məktəblərdə telefondan istifadə, sosial mediadan istifadə məsələsi bu çox ciddi bir məsələdir. Üçüncü isə bugün bizim ən çox ehtiyacımız olan məsələlərdən biri də ondan odur ki, bu sahədə ciddi bir maarifləndirmə və təbliğat işi aparmalıyıq. Yəni, problem bizim bugün müzakirə etdiyimizdən də daha böyük bir səviyyədə problemdir. Bugün, əgər bizim əvvəl uşaqlarımızı valideynlər sizin də qeyd etdiyiniz kimi hansısa bir hekayəni oxumaqla sakitləşdirirdilərsə, övladlarına layla çalırdılarsa, onunla ünsiyyət qururdularsa, bugün uşaqları sakitləşdirmə aləti artıq telefondur. Yəni, əslində, beynəlxalq müstəvidə biz prosesə baxında 2 yaşdan aşağı uşaqlara qəti şəkildə telefon vermək olmaz. Məsələn, bugün biz bir neçə aydan veririk, sonra uşaq böyüyəndən sonra telefonundan asılı vəziyyətə çevrilir və biz çalışırıq, mübarizə aparaq, artıq gecdir. Çünki biz uşağı
bu telefona öyrətmişik. Burada siz çox maraqlı bir məqama toxundunuz. Mən istəyirəm belə bir sualı qoyaq ki, bax biz uşaqlara deyirik ki, sosial mediaya girməyin, asıllıq yaranıb və s. Bugün biz uşaqlara nəyi təqdim edirik, nəyi təklif edirik? Bax, çox aktual bir məsələdir. Uşaq ensiklopediya məsələsi. Uşaqların müəyyən əvvəlki dövrdə elə bir ev yox idi ki, orada musiqi aləti olmasın. Uşaqların musiqi alətində ifasıdır. Bu, uşaqlar üçün çox önəmlidir. Uşaqların rəsm olsun, idman olsun və s. olsun, bu istiqamətdə demək müəyyən məşğələlərə getməsidir. Yəni, sosial mediada... Dərnəklər idi, ən çox da mən elə gəlir, indi bilmirəm, bəlkə mən yanılıram, bu yay tətili dövründə düşərgələr. Elə mən ona gələcəkdim, bayaq mənim həmkarım toxundu ona, Jayla xanım. Demək, baxın, indi qarşıdan 3 ay gəlir. 3 ayda uşaqlar nə edəcəklər? Valideyn işlədi, atada işlədi, anada işlədi. Uşaq səhərdən axşama kimi telefondadır, alternativ də yoxdur. Mən bunu bir neçə dəfə qaldırmışam. İndi bu Sovet dövründən olsa da biz mütləq şəkildə bu yay dövründə uşaqlar üçün düşərgələri fikirləşməli. Hətta mən düşünürəm ki, valideynlər ilə çox baha olmasa, valideynlər də müəyyən bir məbləğ ödəməklə uşaqlarının bax bu formada müəyyən düşərgələrə getməyinə razıdırlar. Çünki bunun alternativi nədir? Bax, indi biz deyirik, problemin kökü ondadır ki, biz uşaqlara nəyi təqdim edirik? Biz heç nə təqdim edə bilmədiyimizə görə, etmədiyimizə görə artıq xaricdən gələn, uyğun olan, uyğun olmayan və s. məsələlər gəlib bizim bax bu rəqamsal mühitdə bizim üçün ciddi problemlər yaradır. Və bayaq sizin də qeyd etdiyiniz kimi nağılların səsləndirilməsi ola bilər, milli oyunları biz nəzərdən keçirməliyik, uşaq filmlərini nəzərdən keçirməliyik. Bizim burada 2 yol var. Qadağa tam çıxış yolu deyil. Hansısa biz yenə alternativ tapıb o məsələlərə gedib çatmağa çalışacaq. Burada alternativ məsələsi olmalıdır. Yəni biz uşağa deyirik, bura girmə, bundan istifadə etmə, mən nədən istifadə edim? O məsələnin tərəfi budur ki, alternativ olmalıdır və müəyyən mənada məhdudiyyətlər tətbiq olunmalıdır. Yəni o sərəncamda da əksini tapıb biz mütləq şəkildə indi bilirsiniz ki, bu beynəlxalq normalarda 13 yaş qeyd olunur. Bəzən 17 yaş məsələsi demək qeyd olunur. Məsələn, bugün mən sizə deyim ki, artıq Avropa ölkələrinin özlərində, yəqin sizin də məlumatınız var, Almaniya olsun, İtaliya olsun və ayrı-ayrı ölkələrdə bununla bağlı çox sərt məhdudiyyətlərə artıq gedilir. Və biz də buna mütləq bir formada, hansısa formada getməliyik. Amma gəlirəm ona ki, bax, bu qlobal bir problemdir. Birazdan sonra biz sağlam nəsil yetişdirə bilməyəcək. Ona görə dərnəklər məsələsidir, rəsmdir, musiqidir, sosial mediada alternativlərin təqdim edilməsidir. Məsələn, bugün indi biz YouTube-la bağlı deyirik. İndi mən, baxın, Azərbaycanda oyunlar var, bu təkcə bizdə deyil. Mən indi adını çəkmək istəmirəm oyunlar. Bəli. Məsələn, onların bəzilərinin səbəbindən dünyada 130, 140, 150 uşaq intihar edib. Onlara bugün Azərbaycanda çox sərbəst çıxış var. Yəni, biz bu çıxışı bir mənalı şəkildə dayandırmalıyıq. Yəni, bu çıxış qadağan olunmalıdır. Uşaqlar sərbəst şəkildə bu oyunlara getməməlidir. Məsələn, hər gündə onun bir yenisi fikirləşir, təzə bir proses gedir və uşaqlar orada gedir. Uşaq telefonu götürüb əlində girir orada. İndi məsələn, onların son vaxtlar çıxanlardan biri WePlay var. Çox məşhur bir oyundur. Uşaqlar orada otaqlar yaradır, orada 100 dənə oyunla, prosesdən söhbət gedir və nəticə etibarından təhlil edəndə yenə də gedir, intihara doğru uşaqları aparıb çıxarırlar. Mən də elə o biri o məşhur oyunu demirəm. Və buna görə burada kompleks iş getməlidir. Biz mütləq şəkildə, indi mən bir neçə gün bundan əvvəl parlamentdə bir məsələ ilə bağlı bir məqamı qaldırmışdım. Bizim bir dövlət proqramımız olmalıdır. Və bu proqramda bizim bugün bu qaldırdığımız məsələlər əksini tapmalıdır. Yəni, birinci məsələdə təsvir olmalıdır ki, problem nədir? Burada məhdudiyyətlərin tətbiqi, alternativlərin tətbiqi və hər bir qurum üzərinə düşən vəzifə orada əksini tapmalıdır ki, misal üçün, siz deyirsiniz, Elm və Təhsil Nazirliyi bu istiqamətdə hansı iş görməlidir? Ailə, Qadın, Uşaq Məsələləri Komitəsi hansı işi görməlidir? Tutaq ki,
digər qurumları, Mədəniyyət Nazirliyi, bəli. Burada Gənclər İdman Nazirliyi, hər bir qurumun üzərinə düşür. İnanın ki, hətta Müdafiə Nazirliyinin üzərinə düşür. Yəni bir məna, Daxili İşlər Nazirliyinin üzərinə düşür. Siz burada bir məsələ odur ki, biz alternativləri təqdim edə bilsək, bu sizin evinizdir, bu sizin mühitinizdir. Siz bu mühiti möhkəmləndirəndən sonra, öz qalanızı gücləndirəndən sonra, bura kənardan təsir artıq demək olar ki, yoxa çıxacaq. Yəni indi olacaq bu qlobal təsirlərdir. Amma ən azından yəni biz bu alternativləri verməliyik də. Məsələn, bax indi bu sizin veriliş çox önəmlidir. Bu verilişlər çox olmalıdır. Davamlı maarifləndirmə aparılmalıdır. Davamlı təbliğat aparılmalıdır ki, cəmiyyət bax qarşıdakı dövrdə, bax indi süni intellektdə bəlkə də gələcək. Süni intellektdə hamı tərifləyir, yaxşıdır. Amma onun mənfi tərəfləri düşünmək yoxdur. Biz bu barədə də bir dəfə danışdıq. Düşünmək yoxdur, təhlil etmək yoxdur. Elə mənfi tərəfləri və yaxud da görməyən hələ təhlükələrdən və bu aparır, yəni indi bir də fikir, məsələn, indi bax son vaxtda gənclərin süni intellekt dostları var. Uşaqların süni intellekt dostları var. Bəli. Heç kimlə dost eləmir. Deyirəm, niyə? Deyir, mənim dostum var, mən nə edirəm ki, gedim küçədə özümə dost axtarım. Və bu da ona gətirir, uşaq danışa bilmir, qapalıdır, özünü ifadə edə bilmir, əsəbidir, gərgindir. Cəhməm, çox vacib bir məsələyə toxundunuz. Dövlət proqramı olmalıdır. Bu proqramı kim tərtib eləməlidir, kim yaratmalıdır və təqdim etməlidir ki, həyata keçirilsin? Yəni, əslində, burada məsələ belədir. Bax, mən dediyim bu Cənab Prezidentin sərəncamı ki var, orada Nazirlər Kabinetinə tapşırılmışdı ki, bu istiqamətdə prosesə başlansın. Yəni, mən düşünürəm ki, bax, bu prosesdə iştirak etməlidir Elm və Təhsil Nazirliyi, burada iştirak etməlidir Mədəniyyət Nazirliyi. Proqramı kim hazırlamalıdır? Yəni, bu proqram Nazirlər Kabineti səviyyəsində hazırlana bilər, amma mən düşünürəm ki, nəzərə alsaq ki, bu ailə, qadın, uşaq məsələlərindən bağlı bir məsələdir. Düşünürəm ki, komitə özü bu prosesdə iştirak edə bilər və müəyyən addımları ata bilər. Bizim hörmətli Babək müəllim qeyd etdi ki, burada həm iqtisadi cəhətdən maraqlandırmaq yolu ilə yeni layihələrə, startap layihələrə ehtiyac var. Həm də ki, ictimai qurumlar, qeyri-hökumət təşkilatları aktiv iştirak eləməlidir. Və siz danışa-danışa... Mən üzr istəyirəm, mən sizə bir şey deyim. Bu prosesdə, o qərbi qoyaq qırağa, bu prosesdə bizdə dövlətin birbaşa iştirakı olmasa, dövlətin inzibatçılığı olmasa, dövlətin təşkilatçılığı olmasa, biz istədiyimiz nəticəni əldə edə bilməyəcək. Siz bunu nəzərə alın. Mən onu gətirmək istəyirdim ki, mən onu dəstəkləyirəm. Amma burada mütləq dövlət etməsə bunu heç kim etməyəcək. Yoxdur. Və mən sizə deyim, qeyri-hökumət təşkilatlarının ümumiyyətlə neçə layihə uşaqlarla bağlı olub və neçəsi effektivdir sualına cavab axtarsaq, yəqin ki, bir dərin meşəyə düşəcək ki, orada işıq yoxdur. Və yaxud elə siz danışa-danışa, mən maraq üçün Azərtacın çox maraqlı bir layihəsi, mən elə gəlirdi, var idi, uşaq bilik portalı. Çox gözəl, yəni yazıları qoyuruq, kim oxuyar prinsipi ilə yaşamaq olmaz axı. Və siz təsvir edin ki, o YouTube kanalı yoxdur onun. O Azərtacın əsas YouTube kanalındadır. Sizcə bunu hansısa uşaq girib orada nə isə götürəcəkmi? Yəni biraz indiki dillə danışmaq, indiki silahlarla danışmaq, hətta mən düşünürdüm ki, o portalın yəqin TikToku da var, Instagramı da var. Hər yerdən o girməlidir bizim evimizə. Pis şey necə girirsə, yaxşı şey də hər yerdən girməlidir. Necə olur ki, misal üçün, Ceyhun mənim vaxt tapır və eyni vaxtda YouTube, TikTok bir neçəsini birləşdirir və oradan danışır. Amma bu boyda portal yaratmışıq, yəqin ki, işçisi və s. də var. Amma onu biz bir neçə sosial media hesabından yaya bilmirik. Suallar çoxdur, amma bu suallara cavab verəcək şəxslər yoxdur ya da var, bizim onlardan xəbərimiz yoxdur. Eşimən, bir də burada, yəni bayaq toxunduq əslində buna, bu təqdimat, bayaq siz də toxundunuz, mütəxəssisimiz də toxundu. Bax, siz baxın o oyunlara, videolara, xaricdəkilər, bunlar yeni texnologiyalarla hazırlanır. Yəni, bu elə bir məsələdir ki, bax, fikir verirsiniz, uşaqlar necə asılıdır. Orada rəng seçimi çox diqqətlə seçilir. Sürət, dinamika, səs tonu. Yəni, biz bunu, bax, bu nağılları ora yerləşdirmək yetərli deyil. Sən bunu yeni bir formada, klip təfəkkürü ilə düşünən nəslin formasında, estetikasında sən onu təqdim etməlisən ki, onlar onu izləsinlər. Yoxsa elə biz yerləşdirdik, ora PDF-də ona baxacaq. Yanaşma tamamilə dəyişməlidir və baxış da yeni bir baxış olmalıdır. Gəlin indi reklama baxaq və reklamların dinamikası da klip estetikasındadır. Görək ona daha çox baxacaqlar uşaqlar, yoxsa tutaq ki, dərsə. Buyurun.
Reklam. $21.000 manat səni evinə yaxınlaşdıracaq. Sadəcə bir addım at. Kristalın Biləcəri yaşayış kompleksində 2 otaq studiya mənzillər 15% ilkin ödənişlə satışdadır. 21.000 manat ödəməklə avtovağzal və 20 yanvar stansiyalarına yaxın, geniş, yaşıllıq ərazidə mənzil sahibi ol. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng edə və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Paltarlarınızı tərtəmiz etmənin fərqli bir yolu. Yeni Ariel hamısı bir arada pods. Ləkələri podla. Xoşagəlməz qoxuları podla. Qısa proqramlarda podla. Əvvəlcə Ariel Pods, sonra paltarlar. Tərtəmiz paltarlar üçün sən də podla. Uşaqlardan uzaq tutun. Saçlarınız balzamdan sonra ağırlaşır? Artıq yox. Yeni Pantene balzamı ilə ağırlaşdırmayan bərpa. Bizim Provi formulamız saçlara dərindən hopur və ağırlaşdırmadan bərpa edir. O qədər yüngüldür ki, onu yumağa belə ehtiyac yoxdur. 100%-ədək daha güclü və sağlam görünən saçlar. İndi ağırlaşdırmayan formul ilə Pantene. Cəmi 11.200 manata öz mənzilinin açarını əlinə ala bilərsən. Bəli, yeni Sumqayıtda yepyeni mənzillər satışa çıxdı. 2 otaqlı mənzil 11.200 manat ilkin ödənişlə Sumqayıtın mərkəzi Sülh küçəsinə 3 dəqiqəlik məsafədə. Funksional planlanmış mənzillər ev sahiblərini gözləyir. Geniş parkı, yaşıl həyəti olan 7-24 tam təhlükəsiz mühitdə mənzilin olmasını istəyirsənsə, elə indi Ulduz 1544-ə zəng edə və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. İndi isə nahar vaxtıdır. Amma unutmayın, hər gün əlimizdə çoxlu mikrob olur. Gəlin super qəhrəman olub, onlardan qurtulaq. Əlimizə Safeguard sıxıq, bol köpüklə yaxşıca sabunlayaq və mikrobları yox edək. Missiya tamamlandı. Safeguard indi daha böyük ölçüdə mikroblara qarşı 195 yuma. ABB ilə krediti elə olduğunuz yerdən tam online əldə edəcəksiniz. İllik 10,9%-dən başlayan nağd krediti bank filiallarına getmədən ABB Mobile tətbiqindən və ya nağdkredit.az saytından güzəştli şərtlərlə sifariş edin. Məbləği isə ABB kartınıza köçürüb istifadə edin. Qurtulduk! Xilas olanlardan biri heç tərləməyib. Və həm də ondan təravətli nanə ətri gəlir. İnanılmaz. Bu təravət ondan gəlir. Yeni Cold Spice dezodorant stick. Anında sərinlik hissi. Xəstələrimin əksəriyyəti mükəmməl təbəssümə və ağ dişlərə sahib olmaq istəyir. Lakin onlar dişlərinin həssaslaşacağından narahatdırlar. Sensodyne Clinical White dişlərin 2 ton daha ağ olmasını və gün ərzində həssaslıqdan qorunmasını təmin edir. Mən 100% tövsiyə edirəm. Sensodyne Clinical White diş macunu. Pantene Molecular Bond Repair seriyası ilə tanış olun. Qidalandırıcı 5000 Provi incisi saç bağlarını molekülər səviyyədə bərpa etməyə kömək olur. Saçlarımı heç bu qədər yeni və canlı hiss etməmişdim. Yeni Honor 600 seriyası. Tamamilə yeni AI düyməsiyle yaradıcılıq sadəcə bir toxunuş qədər yaxındır. Honor 600 seriyası. Anı hərəkətə keçir. Magnum xüsusi zövqlə hazırlanmış şokoladı və məxməri dondurması. Dad həzzini yaşatmaq üçün yaradılıb. Körpələrin bezlərimizin rahatlığını sınaması üçün öz yolları var. Yeni Pampers Premium Care 2 qat qoruması ilə mayəni dərhal obturur və ultra yumşaqlay altında həbs edir və 100%-dək dəri rahatlığını təmin etməyə kömək edir. Yeni stop cibimiz isə arxada sızmalardan qorunmağa kömək edir. Dərinin rahatlığı körpələr tərəfindən təsdiqlənib. Pampers Premium Care. Zamanını maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə ATV Plus kabel televiziyasına qoşulmaqla siz istənilən zövqə və yaş həddinə uyğun 136 seçilmiş xarici və yerli telekanalı izləyə bilərsiniz. Rəqəmsal yayımlanan əyləncə, idman, futbol, xəbər, uşaq və film telekanallarını seyr etməkdən həzz alacaqsınız. Bizə qoşulmaq üçün Bakı və Abşeronun istənilən nöqtəsindən 996 qısa nömrəsinə zəng edib sifariş verin və 24 saat ərzində şəbəkəyə qoşulun. ATV Plus, zamanın nəbzi.
Ürgücünüz sizdən daha çox saqqal saxlayırsa, artıq yeni Gillette Sensor 3 Plus-a keçməyin vaxtıdır. Açıq dizaynı və asan durulanan bıçaqları sayəsində 2 qat daha rahat təmizlənir. Daha rahat, daha az qıcıqlanma, daha asan təmizləmə. Yeni Sensor 3 Plus. İstənilən sığorta hadisəsi yol hərəkət qaydalarının pozulması nəticəsində yaranır. Bizdə hələ ki indi eksperimentlər gedir. İrili xırdalı hadisələr əgər artırsa, bu təbii ki, sığorta şirkətlərinə də müəyyən mənfi təsirini göstərir. Deməli, burada biz artıq yer dəyişmə etməliyik. Sığorta sırf kommersiya demək deyil. Sığorta şirkətini gözləməsək belə, elə məqamlar var ki, sığorta şirkəti ödənişini imtina edə bilməz. İkisi də tələsir ki, tez mənim maşınım təhvil olsun, verilsin mənə. Reallıq və hesablama. Bunlar arasında fərq var, yoxsa yox? Tələm-tələsik qərar verməyə də düşünürəm ki, lüzum yoxdur. Ümumiyyətlə, bu problemlə bağlı biz danışmayacağıq da, çünki ehtiyac olmayacaq. Necə olmalıdır? Sabah, saat 23-də. Davam edəyək müzakirəmizi. Bizim Zoom bağlantısında Bəxtiyar müəllimdir, Bəxtiyar Nəcəfov. Bəxtiyar müəllim Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyinin sədridir. Siz də xoş gördük, Bəxtiyar müəllim. Bizim üçün çox önəmlidir dünyada uşaqlarla bağlı hansı tədbiqlərə, qadağalar və yaxud da mexanizm mövcuddurmu və bu işləyirmi? Dünya təcrübəsinə bir baxaq və ümumiyyətlə təhsil prosesində rəqəmsal texnologiyanın tədbiqinə bir buna da istəyərdim ekskurs edəsiniz, çünki mən bir neçə sualım yaranıbdır. Buyurun. Hər vətəndaşları, studiyadakı qonaqlarımızı və tamaşaçıları hər kəs salamlayıram əvvəlcə. Elçin müəllim, əslində çox aktual problemdir. Bu Avropada da, Amerikada da, Asiyada da ölkələrin gündəmində olan çox aktual bir problemdir. Deyək ki, bunu hər hansı bir ölkə tam olaraq həll edə bilibmi? Xeyr, həll edə bilməyib. Bu problemlər hər bir ölkədə davam edir. Amma bunun qarşısını almaq üçün müəyyən qanunlar çıxardırlar, qadağalar tətbiq olunur. Özəlliklə uşaqların psixologiyasını pozan, psixologiyasına birbaşa təsir edən, bilinçaltını kodlayan oyunlar, proqramlar ölkə tərəfindən və ya Avropa Birliyi tərəfindən, yəni bir ölkə deyil, Birliyi tərəfindən qadağalar tətbiq olunur. Amma bəzi ölkələrdə qadağa tətbiq olunmur və... Bircə dəqiqə, Bəxtiyar, bir arayış alın mən. Bizdə hansısa bir konkret oyuna və yaxud da mobil tətbiqə məhz uşaqlara ziyan verdiyi üçün qadağa tətbiq olunubmu, yoxsa yox? Qanun bildiyiniz kimi 2020-ci ildə təsdiq olunub və onunla bağlı olaraq da təbii ki, tədbirlər görülür, amma tətbiqlərin hamısını birbaşa bildiyiniz kimi qaynar xətt texnologiyasında olmalıdır. Yəni, müəllim də deyir, Avropada var, InHope deyilən, misal üçün qaynar xətt var. Orada da Azərbaycanda da elə bir sistem tətbiq olunmalıdır. Valideynlər və uşaqlar tərəfindən qaynar xəttdə məlumat verilməlidir ki, bu interaktiv olsun. Bizdə yoxdur qaynar xətt. Yoxdur da. Ceyhun müəllim, maraqlısı birisi nədir? Bax, qanunu qəbul eləmişsiniz 2020-dən. Amma 6 ildir fikirləşirik ki, buna qaynar xətt yaradaq. Bir 6 ildə də bunu yaratmaq uğrunda mübarizə apararıq. 6 ildə təbliğ apararıq ki, bura zəng eləyin. Nəticə etibarına 30 ildən sonra nəsə nəticə əldə edəyək. Bəxtiyar müəllim, buyurun, davam edin. Və bu qadağalar bir neçə yerə bölünür əslində. Bəzi oyunlar tamamilə qadağa olunur. Ümumiyyətlə, ölkədə o oyunlara girişləri qadağa olunur. Bəzi tətbiqlərdə yaş həddi gətirilir. Məsəl üçün, 16 yaşına qədər olan və uşaqların girişi qadağa olunur. Fərqli növ qadağa sistemləri tətbiq olunaraq bu qorumağa çalışırıq. Təbii, bu hər şeyi qadağa ilə həll edə bilərikmi? Bu da biraz müzakirə olunmalı mövzudur. Çünki texnologiyanın bu qədər inkişaf elədiyi bir dövrdə, gələcəyin texnologiyaya bağlandığı bu qədər dövrdə, rəqəmsallaşmanın bu qədər sürətlə inkişaf elədiyi bir zamanda və ya zamana doğru gedərkən hər şeyi qadağa eləyərək bir nəticə əldə eləmək istəyiriksə, məncə bu da yanlış bir seçim yoludur. Biz məsələyə necə baxmalıyıq? Məncə məsələyə istifadə, uşaqların məsələn, sosial mediadan istifadə etməsini qadağa eləmək yerinə sosial mediadan necə istifadə etməsini öyrətməliyik. Məsələn, deyək ki, YouTube-da
faydalı video da var, çox zərərli video da var. Yəni biz bunun hansına baxmağı öyrətməliyik? Yoxsa YouTube-u qadağa eləmək necə? Bəxtiyar müəllim, yolu varmı? Bilirsinizmi bu yolu? Yolu təklif eləyək də. Elçin müəllim, yolu bilmirəm. Çünki yəni əgər Azərbaycan üçün deyirsinizsə, tamamilə Azərbaycan üçün bilmirəm. Çünki mən axırıncı dəfə Instagramda öz məqaləmi fərqli bir adamın şəkli ilə paylaşmışam ki, bəlkə vaxt sayırlar da, yəni insanların artıq maraq dairəsi o qədər... Mən deyim də, neynəmişsiniz? Ciddi elmi mövzuda olan məqalə, Scopus'da çap olunan məqaləni təbliğ eləmək üçün model bir qızın şəklini qoyub və ona baxıblar və məqaləsi haqqında məlumat alıblar. Bu metoddur. Və kifayət qədər nəticəli də elədim. Nəticə nə oldu? Bir dəqiqə. Yəni, buna deyim nəticə nə oldu? Kifayət qədər baxırsanız... Vəssalam. Buraxın, yox, bir dənə də deyim. Buraxın, məni indiyə qədər tanımayan məsələn normal və kimyaçılar mənə takip atmağa başladı. Onlara ulaşa bildim. Ən azından öz ixtisasında olan insanlara ulaşa bildim. Və elə adamlara ulaşdım ki, bəzən məşhur həkimlər bəyəndi, atıb, nə bilim, ətrafında tanıdığım kimyaçılar var ki, məni tanıdı, onlar takip atıb, kimya müəllimləri, yəni öz alanında olan insanlara da çatdım. Onda o xanımın şəklini bizə də göndərin, biz də ataq, bəlkə bizim də fikirlərimiz çatdı kiməsə. Davam edeyim, Bəxtiyar müəllim. Bəli, indi gələk, yəni problem sadəcə uşaqlarda deyil, bu günlərin bizim böyüklərin belə sosial media istifadə eləmə qaydaları yoxdur. Yəni, sosial mediadan bu günlərin gəlin baxaq görək, əhalinin neçə faizi faydalı bir iş kimi istifadə edir. Yəni, bu, əgər bir valideyn, uşağın valideyni daha sosial mediadan istifadə eləmə qaydasını bilmirsə, biz bu uşağa necə bunu tərbiyə eləyəcəyik, necə öyrədəcəyik? Yəni, cəmiyyət bir balaca bir ailədən başlayır əslində. Yəni, biz o valideynləri necə təlim keçəcəyik, necə bilinc altına işləyəcəyik, necə onları yönləndirəcəyik, bu da çox çətin məsələdir. Çünki desək ki, bugün televiziya, media və ya sosial media vasitəsini eləyə bilərik. Xeyr, bu tamamilə yanlışdır. Çünki deyək ki, sosial mediada maarifləndirici heç bir video baxış sayı gəlmir. Çünki heç kim marağında deyil. Məsələn, o paylaşdığım şəkildə o xanımı müdafiə edən kütlə var. Kimdən müdafiə edirlər, Bəxtiyar müəllim onu? Eləyirlər də, məsəl üçün, mənə haqsız görən var, niyə paylaşmışsan deyən var, o xanımdır, bəydir, bilmirəm artıq, onun çox yaxşı insan olduğunu deyən var. Yəni, artıq kütlədə fikir də var, fərqli bir fikir formalaşır və biz düşünürük ki, bəlkə insanların özü maariflənmək istəmir. Yəni, biz bunu dərdini çəkirik ki, məsələn, insanları maarifləndirək, sosial media istifadəsini maarifləndirək, amma bunu bir insanlardan soruşmaq lazımdır. Onlar bunları istəyirmi? Yəni, mənim son dönəmlərdə gördüyüm insanlar maariflənmək istəmir. Onlara bunlar artıq maraqlı deyil. Şələ xanım, insanlar maariflənmək istəmir, onlara maraqlı deyil. Necə Cəhmən? Hamı haqqında söyləmək olmaz. Buyurun, buyurun siz. Ya, ünləşdirmək o təbii ki olmaz Ceyhun müəllim. Mən onsuz da maariflənmək istəyən kütlə özü maarifləndirir də. Yəni, bu adamlar sosial mediadan necə istifadə edəcəyini və ya övladını necə yetişdirəcəyini bilir. Mən düşünürəm ki, burada siz dediyiniz məsələ də aktualdır. İnsanların bir qismi maariflənmək istəmir. Amma mən düşünürəm, maariflənən insanlar da var. Amma bugün bizim cəmiyyətdə ən çox ehtiyacımız olan məsələlərdən biri maarifləndirmə və təbliğatdır. Yəni, və çatışmayan işlərdən də biri odur. Biz davamlı olaraq bütün sahələrdə maarifləndirmə, təbliğat aparmalıyıq. Mən sizə əmin edim ki, valideynlər o təhlükənin nə dərəcədə böyük olduğunu bilsələr, indidən o təhlükələr onlara çatdırılsa, yəni, bu qədər bu proses belə olmaz. Baxın, ünsiyyət yoxdur. Bax, indi biz bunu, mən əvvəl verişdə çox müzakirə etmişik. Bax, bir uşağın gündəliyinə baxaq. Bəli. Günün bir hissəsi məktəbdədir. Bəli. Bir hissəsi də müəllim yanındadır. Arada da vaxt tapan kimi telefondadır. Ünsiyyət yoxdur. Valideyn ünsiyyət qurmalıdır, sevgi ötürməlidir, məhəbbət ötürməlidir, bir maraqlanmalıdır. Baxın, indi, yəni, uşaq bütün günü qaça-qaçdadır.
Yəni və tərbiyəvi söhbətə gəlin gedək ailələrə, axşam bir evləri gəzər. Hər bir tərəfdə əlində telefondadır. Və bu mənada da, yəni proses nədir? Yəni biz bunun, yəni bax indi mən çünki gənclərlə çox işləyirəm, uşaqlarla da çox işləyirəm. Həm sağlamlıq imkanları məhdud, həm də belə. Bilirəm, bəli. Çox gedib gəlirəm. Bəli. Və orada mən o prosesi görürəm ki, bu nə qədər uşaqların iliyinə işləyir. Yəni biz hələ bax indiki dövrdə bizi qarşıda nə qədər çətin, mürəkkəb bir dövrün gözlədiyini tam anlamırıq. Birazdan sonra çox çətin olacaq. Əgər indi bu proseslərin qabağı alınmazsa, bu ciddi bir milli təhlükəsizlik məsələsidir. Amma indi mən Jalə xanımla o məsələni danışacağım, maarifçilik məsələsindən bağlı. Mənim də fikrim bir qədər fərqlidir bununla bağlı. Babək müəllimsə ümumiyyətlə dövlətin bu prosesdə iştirakının effekt vermədiyini deyirdi. Səhv eləmirəmsə, reklamda belə bir replikə işlətdiniz. Mən istəyirəm buna bir aydınlıq gətirək. Bəlkə biz yanlış yoldayıq. Deməli, belədir. Bu platformalar, tətbiqlər və hansı ki biz deyirik ki, misal üçün, hər hansı bir videoların çəkilməyi və s. bunlar hamısı praktikada göstərir ki, sırf yalnız və yalnız dövlət dəstəyi ilə bu proses baş verdiyi zaman bu prosesdə müəyyən problemlər yaranır. Problem nədən ibarətdir? Texnologiya sürətlə inkişaf eləyir, bildiyiniz kimi, kiber təhlükəsizlik hadisələri baş verir. Burada olan, misal üçün, platformalar, tətbiqlər müəyyən müddətdən sonra yenilənmədikdə özü zərərli bir vasitəyə çevrilir. Və bir müddətdən sonra da o təbii ki, sıradan çıxa bilir. Necə zərərli vasitə? Yəni, girib onu, misal üçün, müəyyən kontentlər əlavə eləyə bilərlər onun içinə. Uşaqlar oraya girib daxil olub, o kontenti öyrənə bilərlər. Anladım. Yəni, bu nöqteyi nəzərdən bu platformalar yenilənməlidir vaxtaşırı və bu, yəni, praktika onu göstərir ki, bu marjinal maraqlar üzərində qurulmalı. Yəni, burada konkret olaraq nəzər alınır, bu platformaya kim nəzarət edirsə, müəyyən burada qazanc və s. olmalıdır ki, təbii ki, bu nəticədə effektiv olsun və təhlükəsizliyi, yenilənmə prosesləri, kontentin yenilənməsi və yaxud tətbiqin özünün yenilənməsi prosesləri ardıcı olaraq davamlı aparılsın və uğurlu bir həll kimi ortalığa çıxsın, təbii ki. Bu əsas məsələlərdən biri. Jalə xanım, baxın, əslində bizim hörmətli Babək müəllimin dediyi məsələ çox ciddi məsələdir. Yəni, bugün də elə ən böyük problem odur ki, bir dənə sayt yaratdıq, dövlətdən pul aldıq, bir sayt yaratdıq və yaxud da bir şey elədik, vəssalam, bəzən eləsi var ki, 3 il, 4 il orada xəbər yenilənmir. Yəni, unudulub hətta gedir. Sonra da bağlanır. Onun ödənişini ödəmirlər, heç o da bağlanır. Siz bayaq dediyiniz kimi, səsli, misal üçün, bayaq adını niyə çəkmədim? Misal, Cırtdan adında bir platforma var idi. Mən orada, misal üçün, özüm də, uşaqlar da oradan audio səsindən Azərbaycan dilində kitablara qulaq asır. Bəli. Bir müddətdən sonra dəstəklənmədi, artıq platforma sıradan çıxdı. Burada, yəni orada... Yəni, əsas, təbii ki, dövlətin burada tənzimləməsi, dəstəyi və bu prosesdə iştirakı mütləqdir. Amma müəyyən formada bunun tənzimləməsi işində, bu işin tənzimləməsi prosesini nəzərə almaq lazımdır ki, son nəticədə bu tətbiqlər real olaraq öz məqsədinə çatsın. Yəni, bunun deyir ki, bax, dediyi çox netdir. Kommersiya tərəfi olmasa, kimsə buradan gəlir götürməsə, bununla məşğul olmayacaq. Bu qədər bir. Yəni, maarifçilik getdi işini dalınca. Mən belə başlayacaq. Elçiməm, baxın, mən üzr istəyirəm. Jalə xanım, mən çünki bu məsələni mən demişdim, mən qısa formada. Yəni, bu proses elə bir məsələdir ki, bəli, biz pul qoyuruq, pul xərcləyirik. Amma bu pulu gələcəyimizə qoyuruq. Ağıllı gəncliyin, sağlam gəncliyin yetişdirilməsinə qoyuruq. Yəni, dövlət burada həm tənzimləyici rolunu oynamalıdır, həm də dəstəkləyici rolu oynamalıdır. Buyurun, Jalə xanım. Estağfurullah. Şimalim, belə deyək də, elə məsələlər var ki, ümumiyyətlə, həyatda, o məsələlərdə, o amillərdə mühafizəkar olmaqdan çəkinməməliyik, qorxmamalıyıq. Kim nə deyər, azadlığımı nə bilim məhdudlaşdı, söz azadlığımı məhdudlaşdı, bilməm nə oldu və s. Yox, bir yerdə ki, bir millətin təhlükəsizliyindən söhbət gedir, gələcəyinin təhlükəsizliyindən söhbət gedir. Bir yerdə ki, mənəviyyatın pozulmağından söhbət gedir. Bir yerdə ki, aqressiyadan söhbət gedir. Yəni, formalaşan bir nəslin
gələcəyinin şübhə altında qalmasından gedirsə, yəni biz biraz bəlkə mən ehtiyat edirəm ki, bizi günahlandırarlar ki, bəlkə biraz həddindən artıq qara şəkildə təqdim edilir. Yox, reallıqdır. Kiməsə qara görsənə bilər, amma reallıqdır. Amma bu reallıqdır. Və biz düşünürük ki, baxın, elə bu verilişin də deyək ki, çərçivəsində buraya gələnə qədər də aylardır da, uzun müddətdir ümumiyyətlə bu məsələnin üzərində düşünülür və çox gözəl bu ifadə etdiniz çıxışda, Babək müəllimin çıxışında. Bu malıdır, məlidir. Nə zaman, yəni feilin qeyri-müəyyən gələcək zamanından təsdiq formasında nə vaxt keçəcəyik? Bilirsinizmi? Və bunun üçün də təbii ki, belə deyim ki, beyinlər işləməlidir, layihələr olmalıdır. Yəni, mən özüm də malı məli şəklində danışıram. Çünki biz çarə axtarırıq. Hər birimiz bu yola başvururuq. Nə edilməlidir? Necə etməliyik ki, biz bu bəladan qismən də olsa qurtara bilək? Qismən deyirəm, çünki bu bəla sadəcə Azərbaycanla bağlı deyil, yəni bu yanlış anlaşılmasın, bu dünyanı başına alan bir problemdir. Çox yolları araşdırılır, çox yollar təklif edilir. Bilmirəm, yenə də mənim indi verəcəyim təklif nə şəkildə doğru və ya yanlış qarşılana bilər. Biz məktəblərdə bu problemi bir fən kimi ortaya qoysaq, bir fən kimi, yəni bu nəsil digər dərsləri oxuduğu kimi həftənin 6 günündə deyək ki, hansısa dərslər keçildiyi kimi, məhz bax, müasir texnologiyalar, süni intellekt, rəqəmsal yeniliklər, bütün bunlar bizə nə verir və bizdən nəyi alır? Belə bir proqram hazırlansa mı və həftənin bir günü mü, artıq bunu mən indi bir anda müəyyənləşdirmək mümkün deyil. Bu şəkildə uşaqlara tədris olunsa, uşaqlarla birlikdə artıq valideynlər də maariflənəcəklər bu şəkildə. Çünki görünən odur ki, biz maarifləndirmədən danışırıq. Maarifləndirmənin yolları nədir? Deyək ki, vasitələri nədir? Televiziyalardır. Onu da dedik ki, televiziyalara baxan yoxdur və kimi maarifləndirmək istəyirik? O uşaqları, uşaq televiziyanı görmür, açmır, televiziya ekranının qarşısına gəlmir, deyilmi? Biz özümüzü maarifləndirməyimizə ehtiyac yoxdur. Biz bilirik ki, nədir və nədən doğur, problem haradadır. Yaxşı, mətbuat orqanları, deyək ki, televiziyanı dedik, qəzetlər, deyək ki, qəzet alıb oxuyan varmı? Qəzet çapları getdikcə daha da sayını azaldır, deyilmi? Günlük qəzetlər artıq həftəlik çıxmağa başlayır. Qəzetə müsahibə verdiyin zaman, deməli, internetə deyək ki, sosial şəbəkəyə müsahibə verdiyin zaman, onu sosial şəbəkədə həmən dəqiqə bəzi o qəzetlərin ki, sosial şəbəkəyə də çıxışı var, öz qəzetləri də var, deyirlər ki, mən yəni faktı demək istəyirəmsə, bəlkə də maraqlı gələ bilər. Qəzetdə çıxmadan sosial şəbəkəyə qoymayacaq məlumatı. Nəyə görə? Çünki məlumat artıq aktuallığını itirir sosial şəbəkədə yayılan kimi. Qəzeti alıb o məlumatı oxumaq istəyən olmur. Başqa hansı yolla maarifləndirə bilərik? Gündəlik, bax, həyatımızda mı, bir-birimizlə, deyək ki, ünsiyyət zamanı, uşaqlarla ünsiyyət zamanı görürük ki, bu da tam effektini vermir. Deməli, yəni düşünürəm ki, bu şəkildə olması, bir fən kimi tədris edilməsi, bəlkə də müvəqqəti olaraq tədris edilməsi, bəlkə ola bilər ki, bir müəyyən bir effekt yarada bilər. Bir sinifdə deyək ki, 15, 20, 25 şagird var, yetişməkdə olan nəsil var və hər biri eyni anda bu fikirləri eşitdikləri zaman qarşısındakından, lap bu müəllim kimi də ola bilər, vizual da ola bilər, canlı da ola bilər və yaxud ekran qarşısından da görmüş ola bilər bunu. Bu şəkildə bir sözümüz var, dərs almaq. Həqiqətən də bəlkə dərs ala bilər. Əslində, Cənab Prezidentin sərəncamında o uşaqların rəqəmsal mühitdə zərərli təsir və məzmunun qorunması üçün. O sərəncamda Nazirlər Kabinetinə tapşırılmışdı ki, bu istiqamətdə sizin dediyiniz yöndə mexanizmlər tapılsın ki, maarifləndirmə işləri aparılsın. Və tapıldı mı, edildi mi sualı var. Mən Jale xanım əslində elmi tədqiqatçıdır və
təxminən deyək də, indi mən obrazlı deyəcəm, Füzulidən üzvləri həm dünya ədəbiyyatı, həm Azərbaycan, həm Türk ədəbiyyatını həm araşdırıb, hamını da çox yaxşı tanıyır. Onun da sualı birbaşa qoyacağım. Bilirəm ki, cavabı yoxdur, amma hər halda bu sualı verəcəm. Jale xan, bax elə Füzulidən üzvləri götürək. Azərbaycanda maarifçilik nə vaxtı, nə iş görə bildi? Azərbaycanda maarifçilik böyük işlər gördü. Reallıq. Yox, biz bugün artıq, belə deyim də, müasir texnologiyaların o maarifçiliyi, maarifləndirməni haradasa ikinci plana keçirtmə problemindən danışırıq. Yəni, belə deyim də, biz bugün meydanı texnikaya, texnologiyaya, süni intellektə vermişik. Amma bu maarifləndirmə elə Füzulidən üzü bu yana deyirsinizsə, Füzulidən əvvəli də deyək ki, var. Mən heç nə demirəm. Mirzə Cəlil yadınızdadır Molla Nəsrəddinin birinci nömrəsində yazırdı ki, bilirəm, məni eşitməyəcəksiniz, gedəcəksiniz hamamda yatmağa, xoruz döyüşdürməyə, dərviş nağılına oldu. Sabir deyildi. Neçə nəfər? Oldu. Xoşluqla oldu, yoxsa zorla bu da maraqlıdır. Sabir nə dedi? Dedi, oxutmuram, əl çəkin. Yana-yana dedi bunu, oxutmuram, əl çəkin. Amma oxuduq, oxutdurduq. Və bugün də biz bu məsələni danışırıq, Selçin müəllim. Deməli, həqiqətən də biz hələ də çıxış yolları axtarırıq və maarifin, təhsilin, mənəviyyatın daha üstün bir yerdə gəlməsinə çalışırıq. Yəni, bu müasirlik bizi yenməməlidir, bizə qələbə çalmamalıdır. Biz qələbə çalmalıyıq. Biz intellektimizlə, biz bu, necə deyim sizə, yatırımlarımızla, mənəvi yatırımlarımızla eyni zamanda balanslaşdıraraq yeni texnologiyaları ancaq bu şəkildə gələcəyə doğru gedə bilərik və çox sağ olun ki, belə aktual bir, çox əhəmiyyətli bir məsələyə bax, bu uşaqlar günündə məhz yer vermişsiniz. Həmişə olduğu kimi çox pozitiv və ümidli yanaşırsınız, çox nikbin yanaşırsınız, bu sizin təbiətinizdən irəli gəlir. Amma mənim bununla bağlı elə də nikbin deyil proqnozlarım. Gəlin bir reklama baxaq, reklamdan sonra davam edirik. Abşeron Mall'da Shopping Fest loteriyası başladı. Alışveriş et, Dipal S09 kazanmaq şansı əldə et. 3 ədəd Sharm el Sheikh tur paketi, iPhone, iPad, skuter və digər hədiyyələr səni gözləyir. 30 sentyabrədək hər 50 manat alışverişə bir bilet kazan. Daha çox bilet, daha çox şans. Abşeron Mall'a gəl. Shopping Fest'də qalib ol. Təravətli saç dibləri, saç boyu nəmlənmə, Elsef Yalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır, Yalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək Elsef Yalron Balans ilə. Yenilənmiş L'Oreal Paris Elsef'i kəşf edin. 72 saat təravət, yeni dizayn. Xəstələrimin əksəriyyəti mükəmməl təbəssümə və ağ dişlərə sahib olmaq istəyir. Lakin onlar dişlərinin həssaslaşacağından narahatdılar. Sensodyne Clinical White dişlərin 2 ton daha ağ olmasını və gün ərzində həssaslıqdan qorunmasını təmin edir. Mən 100% tövsiyə edirəm. Sensodyne Clinical White diş macunu. Yeni Honor 600 seriyası. Tamamilə yeni AI düyməsi ilə yaradıcılıq sadəcə bir toxunuş qədər yaxındır. Honor 600 seriyası. Anı hərəkətə keçir. Magnum xüsusi zövqlə hazırlanmış şokoladı və məxməri dondurması. Dad həzzini yaşatmaq üçün yaradılıb. Biz reklam vaxtı maraqlı bir müzakirə edildi. Bəxtiyar müəllim dedi ki, Azərbaycanda oyunlar və yaxud da ziyanlı oyunlardan gedir söhbət. Ziyanlı kontentlə bağlı qadağalar sistemi yoxdur. Bizim Babək müəllim də bununla bağlı çox maraqlı bir söz dedi ki, bunun mexanizmi yoxdur. Mən istəyərəm bir aydınlıq gəlsin, söhbət nəyə qadağadan gedir və o qadağa necə olmalıdır? Dünyada necə edir və bizdə niyə yoxdur? Bəxtiyar müəllim, buyurun. Elçin müəllim, dünyada belədir, bəzi oyunlar artıq öz isbatını tapıb ki, bu oyunlar uşaq psixologiyasına mənfi təsir edir. Ki, burada oturan hər bir vətəndaş və ya bizi izləyən hər kəs bunu bilir ki, adları da çox məşhurdur. Bu oyunları oynayanların intihar edənləri var, psixoloji durumu pozulanları var.
əsəbi, stresli, gərgin olan uşaqlar yetişdirəni var, cinsel içərikli otaqları olanları var. Yəni, saymaqla bitməyəcək, uşaqlara təhlükə yaradacaq çox oyun var. Dünyada bu bəlirli olan oyunları ölkə-ölkə başlayıb qadağa edirlər, girişlərinə icazə vermirlər və ya domenindən qadağa edirlər. Bir şəkildə ölkədə işlədilməsini qadağa edirlər və uşaqları bundan maksimum dərəcədə uzaq tuturlar. Bəzi sosial media uygulamaları və ya əplərinə isə yaş həddi qoyurlar. Məsələn, deyək, 16 yaşına qədər girə bilmərsiniz və ya 18 yaşından sonra girəcəksiniz. Bu tip yaş məhdudiyyəti qoyurlar. Bizdə bunlar yoxdur. Yəni, varsa da mən bu günə qədər eşitməmişəm ki, Azərbaycanda hər hansı bir oyuna giriş qadağası edilib. Yəni, ola bilər mənim bilgisizliyimdir və ya mən görməmişəm. Amma mənim bu günə qədər rastıma çıxmayıb. Nə mediada, nə sosial mediada ki, belə bir qadağa tətbiq edilsin. Varsa, yəni studiyada bilən varsa, mənə bilgiləndirə bilər bu mövzuda. Gərək bu mövzuların maarifləndirilməsinə bizdə başqa bir problem də var. Biz uşaqları maarifləndirəcək vaxtımız da yoxdur. Necə vaxtımız yoxdur? Uşaqların vaxtı yoxdur ki, onları maarifləndirə bilər. Yəni, bu uşaqlar hal-hazırda məktəbə qədər təhsildən başlayaraq alternativ təhsil alırlar. Yəni, axşam evə gəlirlər, gəldikdən sonra da o uşağı yükləyənmirsən, məcbur telefonda və ya tabletdə oyun oynayır. 1 saat, 2 saat, ondan sonra da gedir, yatır. Yəni, biz deyək ki, bunları maarifləndirmək istədik. Məktəbə qoymayaq, yoxsa hazırlığa azaldaq? Düşərgələrə necə göndərəcəyik, dərnəklərə necə göndərəcəyik, musiqiyə necə göndərəcəyik, rəsmə necə göndərəcəyik. Tamam deyil, göndərək də. Bu gün Azərbaycanda təhsil sisteminin bir reallığı var, yəni dəyişən bir sistem var. Yəni düşərgə yaradılsa belə o uşağı vaxt tapıb o düşərgəyə göndərə bilməyəcəyik. Babək müəllim, bax, indi o mexanizmlə, qadağalar mexanizmlə bağlı sual yarandı. Xahiş edirəm bizim üçün izah edəsiniz, o necədir və necə işləyir, niyə bizdə işləmir? Deməli, həmkarlarım da dediyi uşaqların zərərli kontentdən qorunması haqqında, deməli, burada məsələ nədən ibarətdir? Orada yaş məhdudiyyətləri qoyulub, 6, 12, 16, 18 və s. məhdudiyyətlər qoyulub və konkret olaraq zərərli kontentlərin özləri göstərilib ki, hansı tip zərərli kontentlər və s. qadağan olunmalıdır. Amma qadağa prosesi bu texnoloji prosesdir. Yəni, burada xidmət provayderləri və internet provayderləri birbaşa bu işin içində olmalıdır. Nə mənadır? Qoyulan tənzimləmələr, misal üçün, Azərbaycanda olan hər bir, belə deyək, əməliyyat sisteminin özünün Azərbaycan üzrə belə deyib, mağazası var və orada yerləşən tətbiqlər var. Orada qoyulan tətbiqlərə konkret tələblər yerləşdirilsə və bununla bağlı olaraq da, misal üçün, belə deyim, Avropada bu dəqiqə bununla bağlı rəqəmsal kimliyin, uşaqlar üçün rəqəmsal kimliyin formalaşdırılması və bununla bağlı olaraq da həmən rəqəmsal kimliyin tətbiqlər və yaxud da platformalara, sosial şəbəkələrə daxil olan zaman istifadə olunması nəzərdə tutulur və bu iki problemi həll edir. Birinci problem ondadır ki, fərdi məlumatların toplanması məsələsi aradan qaldırılır. Yəni, uşaqların fərdi məlumatların toplanması məhdudlaşdırılır, uşaqlar müəyyən kontentin yüklənməsi qadağası yaranır və bundan əlavə olaraq icazəsiz kontentləri, girişləri məhdudlaşdırıla bilir. Burada biz, sadə bir şey deyim də, biz hər hansı bir məhsul Azərbaycana daxil olan zaman bu müəyyən prosesdən keçir. Gömrük prosesindən və s. digər orqanlardan və yaxud sertifikasiya prosesindən keçir. Amma bu kontent daxil olan zaman, bu tətbiqlər daxil olan zaman, bu platformalar daxil olan zaman bu heç bir filtrasiyadan keçmir. Yəni, konkret olaraq burada məsələ ondan ibarətdir ki, necə biz, misal üçün, su, Azərbaycanın müxtəlif bölgələrinə Bakıya su gətirilən zaman müxtəlif prosedurlardan keçir. Bunun, nə bilim, ilkin proseduru var, müəyyən yığılma proseduru var və yaxud da şəxsin özü tərəfindən filtrasiya proseduru var. Burada da belə olmalıdır. Ölkə daxil olan zaman bir filtrasiya prosesi keçməlidir. Hər hansı bir istiqamətdə bir vətəndaşa və yaxud da dövlət idarəsinə və yaxud da hansı bir yerə yönəlində orada bir filtrasiyadan keçməlidir və son olaraq da vətəndaş öz evində o filtrasiya prosesini keçirməlidir ki, konkret olaraq o zərərli kontentin müəyyən formada qarşısı alınsın. Yəni, dediyim kimi, bu bir dənə həllə, bir dənə yolla həll olunacaq bir problem deyil. Burada müxtəlif aspektlərdən baxılmalıdır və siz bayaqlarım dediniz ki, bu multidisiplinar problemdir. Yəni, bu konkret olaraq elmin bir istiqamətin problemi deyil. Burada müxtəlif elmi istiqamətlər birləşib bu məsələnin həll yolunda
işlər görməlidir. Yəni bununla bağlı olaraq da nə etmək olar? Məsəl üçün dünya praktikasında var ki, bayaq dediyim kimi oyunlar əsasında təhsilin aparılması, müəyyən formada bax uşaqların fiziki belə ən çox problemlərdən biri nədir? Uşaqlar fiziki olaraq hərəkətsiz qalırlar və bunu həll olunmalıdır. Bunlar misal üçün həll eləmək üçün siz dediyiniz kimi düşərgələr var və yaxud da ki, bayaqlar mən dediyim kimi burada dronlar və yaxud da ki, robot texnikasının özünün öyrənilməsi, tətbiqi, sahədə misal üçün onların araşdırılması, müəyyən bu məsələlər hamısı, yəni biz texnologiyaya nə qədər biz baxsaq ki, müəyyən riskləri var və s. amma texnologiyanın verdiyi üstünlüklər də var. Biz normal, düzgün uşaqları texnoloji biliklərə, texnoloji qabiliyyətlərə yönləndirsək, rəqəmsal savadlılıq vaxtında aşılasaq, kibergigiyena anlayışlarını öyrətsək və bu gənclik gələcəkdə Azərbaycanın rəqəmsal gələcəyini quracaq. Yəni bu nöqteyi nəzərindən mən düşünürəm ki, bizim institutda da misal üçün bu üzrə elmi araşdırmalar aparılır. Yəni hörmətli akademik Rasim Əliquliyev bizim institutun baş direktoru bu istiqamət üzrə bir çox araşdırma aparır. Yəni uşaqların uzun müddətdə 10 ildən çox da artıq bizim institutda uşaqların internetdən qorunması, təhlükəsizlik məsələləri ilə məşğul. Çünki mənim də tədqiqat mövzusunda bu sahə var və ona görə mən də sizin məlumatlardan, təbii ki, açıq olan elektron məlumatlardan istifadə etmişəm. Sizdə də hamısı yerləşdirilir, demək olar ki, elmi nəticələr. Kifayət qədər ciddi araşdırmalar var, mən buna etiraz eləmirəm. Amma indi bir söz işlətdiniz, bu kibergigiyena. Bax, bununla məşğul olma mexanizmini necə formalaşdıraq? Cəməm, baxın, Babək mənim dediyi məsələ çox ciddi pul tələb edir. Mütəxəssis tələb edir. Ən çox problem odur, mütəxəssis tələb edir. O da puldur da. Bax, biz bu pul məsələsinə bir neçə dəfə gəldik. Pul lazımdır, bunlar böyük vəsait tələb edir. Amma normal insan kapitalı olmayandan sonra, ağıllı insan olmayandan sonra, savadlı insan olmayandan sonra bu pul da bizə lazım olmayacaq. Mən sizdən razıyam, başqa şey demək istəyirəm. Baxın, Babək müəllim desin, bizim neçə belə sahəni bilən mütəxəssisimiz var ki, indi xaricdə işləyirlər. Çünki gəlib Rəqəmsal İnkişaf İnstitutunda, İnformasiya Texnologiyaları üzr istəyirəm, İnstitutunda gəlib işləmək istəmirlər o maaşı. İndi bilməm, Babək müəllim niyə işləyir, bəlkə indi o fanatdır, filandır. Amma məsələn, Bəxtiyar müəllim gəlib işləməz o maaşı. Ümumiyyətlə, akademiya sistemində işləyən bizim alimlərimiz fədakardır. Yəni ona görə, indi o fanatdır, bəlkə indi onun pula ehtiyacı yoxdur, babasından böyük bir miras qalıb gedib işləyir, amma axı real deyil o maaşa gedib mütəxəssis işləsin. Bu reallıqdır. Mən sizə bir məsələn, bugün Azərbaycanda ictimai rəyə ən çox təsir göstərən bir nömrəli şəbəkə TikTok. Bəli. Bugün TikTok Azərbaycanın ictimai siyasi vəziyyətini idarə edir. Sosial durum, yəni siz baxın da, yəni söhbət ondan gedir ki, ictimai siyasi vəziyyətini idarə edirsə ciddidir. Yəni orada çox ciddi müzakirələr gedir. Siz onlara baxın, paylaşımlara baxın, mətnlərə baxın, gedən proseslərə baxın, görün insanların düşüncəsinə nə qədər təsir göstərirlər. Yəni o mənada istənilən bir adam telefonu əlinə alaraq bir paylaşım edir və bayaq dediyimiz Azərbaycan hər şeyi qatıb qarışdırır bir-birini. Nə qədər orada bloger var, nə qədər orada savadı olmayan, yazısı olmayan, amma milyonlarla izləyici kütləsi var. Yəni mən o mənada deyirəm ki, bu insanların şuuruna ciddi bir formada təsir göstərirlər. Təlqin eləyirlər, öz ardınca aparırlar. Doğrudur. İnsanlar da onlara inanır və güvənir. Məsələn, durub bir orada məlumat keçsin və başlayırlar müzakirə eləmək və bu ciddi bir problemdir. Doğrudur. Mən Daxili İşlər Nazirliyinin bu sahədə son il, xüsusən də bu bir il ərzində neçə nəfərin məsuliyyətə cəlb olunması və s. istiqamətində addımlarını gördüm. Bu çox yaxşı bir şeydir. Bizim mühafizə orqanları edir. Amma bu söyüşə aiddir. Elə şey var ki, söyüş söymür. Yəni söyüş... Bəlkə də söyüş söyüsü ondan faydalıdır. Elə ziyanlı təbliğat aparır ki, beyinləri elə bilir. İdeoloji məsələ var, siyasi məsələ var, tarixi. Bizim tarixi qəhrəmanların, yəni təkcə qəhrəmandan getmir söhbət. Şəxsiyyətlərimizin bütövlükdə gözdən salınması, mövcud hazırda çalışan ziyalıların gözdən salınması bu kompleks şəklində edilən bir şeydir və bizim gücümüz yoxdur, qalxanımız yoxdur buna qarşı. Mənim, Çində belə bir qadağa gəlib, məsələn, bu mövzu ilə bağlı. İxtisası olmayan, peşəsi olmayan adam TikTokda və ya hər hansı sosial mediada öz ixtisası dışında məsləhət verirsə və ya bir məlumat verirsə, o adam cinayət işinə cəlb olunur və cəlbələnir.
Onda eləyə qalsa gərək TikTok üzərində olan psixologların 99% həbs olunur. Mən sizə bir şey deyim. Çoxsu ixtisasını bu çətin bir məsələ olsa da, bayaq əslində çox önəmli məsələyə toxunuldu. Biz filtr məsələsinin üzərində ciddi bir formada işləməliyik. Və bəzi adamlar var, baxın siz deyirsiniz, indi bizim hüquq mühafizə orqanları həbs edirlər, çıxıb eyni işi davam etdirirlər. Yəni indi qanun həmin ümumiyyətlə o tip adamların istifadəsinin qadağan olunması, ümumiyyətlə bax bəzi insanlar ki var, onlarla bağlı filtrlərin, bəzi fikirlərin, bəzi düşüncələrin yayılmasının qarşısının alınması barədə biz ciddi bir formada düşünməliyik. Bax biz buradan bu söhbəti aparırıq, müzakirəni aparırıq. Onlar da orada beyinləri yumaq. Bu dəqiqə gedir, proses gedir. Gedir, yəni özdə söhbət də yəni baxın, yəni milyonlarla kütlədən gedir söhbət. Bizə qəribə baxır. 100 minlərlə kütlədən söhbət gedir və burada ən önəmlisi milli mənəvi dəyərlər sıradan çıxarılır. Bəs onu deyirəm, milli identifikasiya, identifikliyimiz əldən gedir. Şəxsiyyəti də onlar formalaşdırmağa çalışırlar. Ən təhlükəsi bu. Və bugün məktəb onu formalaşdıra bilmir. Bugün teatr, kino və s. bütövlükdə mədəniyyət prosesimiz bunu eləyə bilmir. Ailənin başı qarışıb və nəticə itibarilə bax onlar bundan istifadə edirlər. Bu filtr necə ola bilər? Bax necə mexanizmi bilirsiniz filtri? Dünyada var. Yəni təcrübə var dediyim kimi, bunu xidmət provayderləri eləyə bilər. Bunu internet provayderləri eləyə bilər. Bu provayderlərin üzərinə öhdəlik kimi qoyulur, yoxsa necə bax? Bəli, öhdəlik kimi qoyulur. Kim qoyur bunu? Bunu dövlət tərəfindən öhdəliklər qoyulur. Yəni tutaq ki, Rabitə Nazirliyi lisenziya verdikdə müvafiq provayderə bunun üzərində öhdəlik qoyur ki, sən bunu etməlisən. Yaxşı, niyə bizdə edilmir? Bizdə müəyyən şəkildə edilir. Amma konkret olaraq, belə deyim də, siz deyən kimi, bax, uşaqlar üzrə kontentin filtrasiyası prosesi, bu əlavə bir prosesdir. Burada gəlin açıq danışaq ki, bu tətbiqlər yoxlanılması, filtrasiya olunması böyük vəsait tələb edir. Yəni, çünki təsəvvür ki, bu boyda əhali var, 10 milyondan çox əhali var. Bunun da həmişə deyirik ki, bir böyük hissəsi qoşulub internetə və bu interneti generasiya olunan həm telefondan olmur, həm bu, misal üçün, ağıllı avadanlıqlar generasiya edir, həm telefon generasiya edir, planşet və s. kompüterlər, hamısı eyni zamanda generasiya edir bunu. Və bunun üçün də böyük vəsait tələb olunur ki, orada həmin o filtrasiya mexanizmləri yerləşdirilib, onların sizdən qədər dərin analiz aparılıb və onları qadağalar deməyək, tənzimləmələrin aparılması prosesi geçsin. Bu özü-özlüyündə böyük vəsait çox böyük vəsait tələb edir. Həm də burada həmən o sosial şəbəkələrin özü ilə əməkdaşlığın qurulması, əlaqələrin qurulması. Məsələn, Türkiyə bunu həll eləməyə, ofislərin açılması məsələsi. İndi mənim sözümü çox güman ki, Babək mənim təsdiqləyəcək ki, bir çox sosial media deyir ki, sizin əhaliniz azdır və bu bizə heç bir şəkildə maraqlı deyil. Mən bunu ötən dəfədə bir məsələ ilə bağlı dedim. Türk Dövlətləri Təşkilatının informasiya təhlükəsizliyi, kiber təhlükəsizliyi məsələsi demək olar ki, hər iclasda müzakirə edilir. Axırıncı dəfə cənab prezident də o məsələyə çox geniş və nəzərə alsaq ki, Türk dövlətlərinə daxil olan, yəni o təşkilata daxil olan dövlətlərin ailə dəyərləri, əxlaqi dəyərləri eynidir və bizi birləşdirən bir çox narahat edən məsələlər var. Türkiyədə daxil olmaqla bizim hamımız eyni vaxtda müraciət etsək ki, Türk Dövlətləri Təşkilatına yönəli TikTokun nümayəndəliyi, Instagramın nümayəndəliyi, Facebookun açılsın, yəni bir mərkəz və bizdə onsuz da tələblər eynidir. Yəni Özbək ailəsi ilə Azərbaycan ailəsinin qaydası, qanunu, əxlaqı dəyərləri eynidir. Yəni biz bu qədər eyni xalqıq, eyni millətik. Bu mənada biz artıq gücük. Görün, neçə 100 min əhali deməkdir, istifadəçi deməkdir və s. Bax, bu məsələ məncə işə salınmalı. Çünki tək Azərbaycan istəyəndə və yaxud da tək Özbəkistan istəyəndə onlara maraqlı deyil. Çünki orada, misal üçün, 1 milyard yarım Hindistan vardı. Onu qoyub gəlib bizim problemlərimizi maraqlanmayacaq. Amma bilirsiniz, hörmətli Jalə xan, mən bunu yenə deyirəm. Bunu hər verilişdə mən deyirəm. Bu, həm də sizin sahəniz olduğu üçün, ədəbiyyata, dilə yaxın olduğunuz üçün sizə deyirəm. Təxminən 2000-ci ildən 26 ildir biz bir dənə işi həll eləyə bilmirik. Demək, bizim Dilçilik İnstitutunun, bizim Milli Elmlər Akademiyasının 5-ci mərtəbəsində səhv eləmirəmsə yerləşdirir. Oradan düşüb aşağı, yolu keçib, informasiya, bax, bizim bu texnologiyaları institutuna sözləri vermək lazımdır ki, onlar sistemə daxil eləsinlər ki, Google Azərbaycan dilini tanısın, bizim səhvlərimizi səhv yazmağa qoymasın, bizə tövsiyə versin. Bax, illərdir biz bunu eləyə bilmirik. Doğrudur mu?
Orada əslində necə deyim, Google-un işləmə prinsipində belə bir şey var ki, o daha çox sorğular, misal siz düzəlişlər eləyə bilirsiniz. Google-un özünün translate, yəni tərcümə sistemində. Mən onu demirəm. Axtarışda bir sözü yazırıq, o dili tanıyırsa, o deyir ki, siz ola bilər bunu nəzərdə tutursunuz. Amma Azərbaycan dilini tanımır. 1 milyonluq Eston dilini tanıyır, amma 50 milyondan çox Azərbaycanın dilini tanımır. Sizcə niyə? Bunu ötən dəfə Rasim müəllim izah elədi. Çünki Dilçilik İnstitutu o sözün hazırlamalıdır, rəqəmsal bazasını və sizə təqdim eləməlidir. Bax, bunu eləyə bilmirik. Biz indi deyirik ki, uşaqların nədənsə qoruyaq. Biz dilimizlə bağlı dövlət proqramı da var. Azərbaycan prezidenti dəfələrlə bunu çıxış edir. Qurumlar iclaslar eləyir, forumlar, dili necə müdafiə eləyək deyə oturub müzakirələr aparırlar. Dovşan necə tələffüz eləsin deyə ətrafında 2 saat danışırlar, amma 26 ildir biz bir dənə problemi həll edə bilmirik. Elə-belə dedim bunu. Jalə xanım, necə eləyək? Bax, bəlkə bu filtrin deyir, çox pul lazımdır. Qadağaların işlənmə ehtimalı azdır. Maarifçilik təsir eləyəcək, eləməyəcək, bilinmir. Ceyhun müəllimin amma dediyi bir konkret məsələ oldu ki, dövlət proqramı. Siz necə görürsünüz bu dövlət proqramı və dövlət qurumları, kommersiya təşkilatları üzərinə bir öhdəlik qoyulması, söhbət provayderlərdən gedir? Bəli, biz çox yönləri ilə müzakirə edirik məsələni. Və Ceyhun müəllim də bayaq xatırlatdı. Hər birimiz də bilirik ki, ölkə prezidentinin məhz bu problemlə bağlı çox əhəmiyyətli bir sərəncamı oldu və o sərəncamdan da irəli gələn məsələlər var, tövsiyələr var, tapşırıqlar var və söylədiyiniz məsələ dövlət proqramının hazırlanması da hər halda artıq bu sərəncamdan irəli gələn müddəalardan biri kimi nəzərdən keçirilə bilər, keçirilməlidir və inanırıq ki, əlaqədar qurumlar, burada əlaqədar qurum deyəndə kimlər nəzərdə tutulur, bayaq onlar da qeyd edildi. Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf Rabitə Nazirliyi, hətta söyləndi Daxili İşlər Nazirliyi və bu bir təhlükəsizlik məsələsi olduğu üçün elə Milli Təhlükəsizlik Nazirliyi, yəni Dövlət Təhlükəsizlik Xidməti, televiziyalar və s. bütün bunların birlikdə, mütəxəssisləri ilə birlikdə hazırlayacağı proqrama ehtiyac var. Gəlinən nəticə budur. Və biraz bundan əvvəl mən bir fikir irəli sürdüm. Deyək ki, fən kimi tədris edilməsi. Elə bunun özü də yəqin ki, elə həmin o proqramın bir müddəası kimi qəbul edilə bilər. Düşünürəm ki, bu da öz effektini verə bilər həqiqətən. Sonra telefonların, bu əl telefonlarının və yaxud kompüterlərin tamamilə ləğv edilməsi kimi bir fikir irəliyə atılır. Təbii ki, bunu biz edə bilməyəcəyik, bu mümkün deyil. Amma yəni burada da bir müəyyən qadağalar, müəyyən filtrasiyalar, yaş qadağası, uşaq nəyə görə doğulan kimi bu telefonla, hətta kiçik belə sujetlər də var, bəzən telefonda gəlir, çıxır ki, az qalır uşaq ana bətnində də artıq telefon görür, telefon oxuyur. Yəni, bu bizim əlimizdədir. Uşağa müəyyən bir yaşa qədər telefon verilməsin, deyək ki, o beyninin ən çox isti olduğu vaxt, ən yumşaq olduğu vaxt, formalaşmaqda olduğu vaxtlarda telefondan tamamilə uzaqlaşdırılsın bu uşaq. Olmasın bu telefon. Deyirlər ki, necə əlaqə saxlayacaq uşaq məktəbdə olanda. Axı, son dövrlərə qədər, 10 il, 15 il bundan əvvələ qədər uşaqla telefonla mı əlaqə saxlanırdı məktəbdə? Xeyr, yəni biz özümüz sanki bu yola başvururuq, bu yola da sürükləyirik sanki uşaqlarımızı. Müəyyən yaşdan sonra 10 yaş mı, 12 yaş mı, sonra yavaş-yavaş telefondan istifadə edilsin. Çünki bu lazımdır bugünkü, deyək ki, elmə, gələcəyə, dünyaya çıxış baxımından bir platformadır, bir ekrandır, bir vasitədir. Bunu da tam qadağan eləyə bilmərik. Amma yəni bütün bunlar mərhələ-mərhələ həllini tapacaq məsələlərdir, amma eyni zamanda da çox gözləyə də bilmərik. Çünki zaman keçir, bu uşaqlar böyüyürlər, uşaqlar tez böyüyürlər və bu yanlış vərdişlərlə də biz onları gələcəyə yanlış bir şəkildə təqdim edə bilmərik. Bax, bütün məsələ bundan ibarətdir, həyəcan da bundan ibarətdir. Biz bugün uşaqlar günündə danışırıq, biz uşaqlarımızı hər birimiz sağlam görmək istəyirik, biz uşaqlarımızı əxlaqlı görmək istəyirik, biz uşaqlarımızı xoşbəxt görmək istəyirik nəticədə və bütün bunların qaynağı bəli. Bütün bunların qaynağından danışırıq. Jalə xanım, biz indi danışdıq təhlükəli kontentdən.
Amma təhlükəli olmayan kontentin özünün də gətirdiyi reallıq var. Sosial media üzərində qurulmuş bir həyat tərzi var ki, özünü o cür oxşamaq istəyir. Və bu həyatda reallıqla barışa bilmir. Özünü burada xoşbəxt görə bilmir. O vaxtı buna Amerika arzusu deyirdilər. Hamı Amerika arzusundan yaşayır. O filmlərin və s. Bloger olmaq istəyir. İndi isə tamamilə başqa bir, yəni bu zahirən ziyanlı deyil. Bunun qarşısını da alacağımız təqdim neyinir? Tutaq ki, misal üçün gözəl həyat, villa və s. reklam edir. Yaxud da misal üçün bunun amma rəqəmsal dünyanın yaratdığı elə bir gerçəklik var ki, biz artıq bu gerçəkliyin heç bir məhdudiyyətlə qarşısını ala bilmərik. Alternativ nə qoyacaq onu da düşünməliyik. Bəxtiyar müəllim, bax, siz bu reallıqla indi valideynsiniz, üzləşirsinizmi? Mən sosial şəbəkədə övlad tutaq ki, nə isə görür, real həyatda isə bu yoxdur. Və bunu ya tələb edir, ya bu cür yaşamaq üçün mübarizə aparır. Bəli, bununla çox rastlaşırıq. Əslində, bu yaxınlarda Azərbaycanda atası alim olan bir uşağın isyanı var idi ki, mənim atam gedib bakalavr oxuyub, magistratur oxuyub, doktorantur oxuyub, bunu eləyib, elmlər namizəd edib, professordur, əziyyət çəkib, gedib bu qədər maaş alır və mənim heç bir ehtiyacımı ödəyəmir. Amma heç bir savad olmayan bir tiktoker mənim atamın qazandığın 20 qatı, 30 qatı artığını qazanır və mənə kimsə məsləhət görənməz ki, get alim ol. Çünki mən reallığı görürəm ki, alim acdır, amma tiktoker lüks maşında gəzir, lüks həyat yaşayır, bahalı həyat yaşayır, bahalı villada yaşayır. Yəni, həyatın real gerçəklikləri də var, bunu dananmarıq. Yəni, bu günlərim mənim övladım YouTuber olmaq istəyir. Niyə YouTuber olmaq istəyir? Çünki o YouTube'da izlədiyim istəyir, YouTuberin yaşam tərzinə baxır, həyat tərzinə baxır. Bir də atasının həyat tərzinə baxır. Arasında seçim edəndə təbii ki, YouTuber olmaq istəyir. Onu elm artıq cəlb eləmir, elm onu maraqlandırmır. Və ya bugün görürəm ki, məsələn, əlinə lapatka alıb yer qazır, deyirəm, neynirsən? Deyir, qızıl axtarım yerdən, nə bilim. Yəni fərqli yöntəmə, amma çünki o görür ki, artıq elmə, elm adamlarına və ya bu tip kontentdə heç kim dəyər vermir, cəmiyyət dəyər vermir. Yəni bu tək də bizim ölkənin problemi deyil. Yəni bu Avropada da belədir, Amerikada da belədir. Dəyişən dünya buna doğru gedir. Çox təəssüflər olsun ki, buna doğru gedir. Amerikada da bir tiktoker, bir YouTuber alimdən çox qazanır. Bizdə də eyni şəkildə, Avropada da eyni şəkildə. Yəni, sən övladını nə qədər maarifləndirə bilərsən? Yəni, bir yerdən sonra da o həyatın gerçəkliyini görür. Yəni, özü görür, özü tərbiyə alır, özü böyüyür. Yəni, bunu qarşısını almaq həqiqətən bugünkü dönəmdə valideynlər üçün çətindir. Valideyn nə qədər bilgili olarsa. Bir də bilgisiz kütlə var ki, özü maariflənməyə ehtiyac olan kütlə var ki, o övladına nə maarifləndirəcək. Bu günlərim gecə saat 2-də hər hansı bir ölkənin bəyənmədiyi və ya normalda olmaması gərəkən kütlənin canlı yayımında 49 min, 50 min, 100 min adam varsa və o valideyn gecə saat 2-də o adamın canlı yayımına girirsə, bu valideyn öz övladına nə maarifləndirə bilər ki? Yəni, nə deyəcək? Yəni, bu adamın özü maarifləndirmək lazımdır. Yəni, bu adam daha özü sosial mediaya necə istifadə eləmək lazım olduğunu bilmir. Bu, sabah cəmiyyəti korlayacaq düşüncələri dəstəkləyir əslində. O canlı yayıma girərək onu dəstəkləyir. Gələcəkdə ölkənin mədəniyyətinin mənfi yöndə formalaşmasına dəstək verir. Yəni, biz veririk də, biz o kütlədən birik. O insanları məşhur edən də bizi, o insanların canlı yayımına hədiyyə göndərən də bizi, yəni, o adamları cəmiyyətə tanıdan, sevdirən də bizi və sonra o insanlardan şikayət edirik. Biz niyə onlardan şikayət edirik? Yəni, biz özümüzü sorğulamalıyız ki, biz onlara dəyər veririk. Ki, mənim ətrafımda düşüncələr necə dəyişdiyini açıq şəkildə izləyə bilirəm. Məsələn, əgər 10 il qabaq o tip adamlardan bəhs edəndə çox ciddi reaksiya verən adamlar hal-hazırda onun canlısına baxıb və adamı normal olaraq qəbul edir. Demək ki, artıq sosial media ölkəmizdə olan insanların düşüncə tərzini dəyişdirir. Artıq dəyişdirir və böyükləri, hələ biz uşaqlardan danışırıq, amma böyükləri dəyişdirir.
Yəni, bu günlərim sizin dediyiniz kimi, kənddə oturan bir adam artıq kənddə yaşamaq istəmir. Çünki o, sosial mediadan baxır ki, Bakıdakı biri gedir səhər-səhər, bir kofe shopda kofe paylaşır. O elə bilir ki, Bakıda hər kəs hər gün səhər gedir kofe shopa və ya günorta yeməkxanada olur. Ya o ayda bir dəfə vaxt edib getdiyini düşünmür. O düşünür ki, Bakıda hər kəs keyf edir, mən də getməliyəm ora, mən də orada yaşamalıyam, niyə yaşamalıyam? Yəni, ona görə də kütləvi sürətlə rayondan şəhərə doğru köç var. Bunların hamısının əslində təməlində sosial mediada gedən yanlış maarifləndirmədir və ya yanlış sistemdir. Bilirsiniz, həm də burada bir məsələyə toxundu bizim mütəxəssisimiz, özəl təşkilatların sosial məsuliyyəti. Bizim həm də unutduğumuz məqam budur. Misal üçün, Azərbaycanlı iş adamı, biznesmen və yaxud da imkanlı şəxs bir tələbə xaricdə təhsilinə pul ayırmaz. Hansı kitaba və yaxud da elmi araşdırmaya bir pul ayırmaz. Amma həmən tiktokerlərə və yaxud da nə bilim, orada, bilməm, o tiktokerdir ya nədirsə, cürbəcür insanlara şirdən, pələngdən göndərirlər. Və bir siyaha da tərtib eləmişlər. Neçə məşhur şirkətin müdürü, müdürünün müavini və yaxud da direktoru, direktorunun müavini məhz tiktokerlərə hədiyyələr göndərir. Və onların artıq məhz TikTok fəaliyyətində göndərdikləri hədiyyələrin idarə olunması üçün şirkətlər yaranıb. Yəni, artıq bunu da bir konsolidasiya edirlər. Yəni, adamlar gedib desən ki, bir tələbənin xaricdə təhsilinə pul ayır, onu ayırmaz. Amma bir şirin qiyməti də təxminən odur. Şir təxminən 500 neçə dollardır, səhv eləmirəmsə. Elə deyirlər, mən bilmirəm, amma hər halda. Yəni, bir o qədər pul ayırmaz, amma o şiri 10 dənəsini göndərdiyi olubdur. Özdə yenə də nə şəxsiyyəti, nə mənəviyyatı yerində olmayan bir tiktokeri. Bu Azərbaycanda olub. Mən bunu Amerikadan danışmıram. İş adamının da adı bəllidir, onu edən də bəllidir. İş adamının da özü bütün yerlərdə milli mənəvi dəyərlərdən danışır. Geninə boluna. Amma özü nə milli məsələyə, nə mənəvi məsələyə, nə də dəyərli məsələyə heç vaxt yatırım və yaxud da iyanə etməyibdir. Bütün nə qədər milli olmayan, mənəvi olmayan, dəyərli olmayan iş varsa, hamısına yatırım edir. Bax, bu da bizim reallığımızdır. Biz beləyiksə, düzəlmək imkanımız çox güman ki var, amma bunun yolunu bilmirik. Amma bugün üçün bir yol var və məncə bu verilişdə də bu fikir səsləndi. Əsas nəticə ki, mən də istəyirəm bunun altından bir xətt çəkəm. Azərbaycanda ümumiyyətlə uşaqların informasiya təhlükəsizliyi ilə bağlı dövlət proqramı və burada hər bir dövlət müəssisəsinin, təkcə dövlətdə yox, ümumiyyətlə hamının üzərinə məsuliyyətin qoyulmasına ehtiyac var. Bax, bunun ətrafında düşünək, bunu heç olmasa hazırlayaq. Bilmirəm, indi Ceyhun müəllimin bu dediyi fikri eşidəcəklərmi, eşitməyəcəklərmi müvafiq qurumlar, amma biz onsuz da ləngimişik, onsuz da bizim xeyli geridəyik bu məsələlərdə. Bir çox şeydə öndə olsaq da bu məsələdə fəaliyyətsizliyimizdən geri düşmüşük. Zaman da sürətlə dəyişir, bax buna da hazır olmalıyıq. Mən sizə təşəkkür edirəm. Bütün övladlarımızı da, uşaqlarımızı da bu xüsusi günlə bağlı təbrik edirəm. Və əgər onların gələcəyini doğrudan da düşünürüksə, hərəkətə keçməliyik. Ən azından bu təklifləri eşitmək və yaxud da başımızı yelləyək ki, eşitdik, eləməsək də, həyata keçirməsək də. Bu da heç olmasa məsəl var deyil, yağmasaq da görulduyaq. Görüşərik.